Dəyərli izləyicilər, xanımlar və cənablar, hər birinizi salamlayırıq və bugün biz yol hərəkət qaydaları, ümumiyyətlə yol hərəkətinin təşkili, yolda başınıza hansısa bir hadisə gəlib, cərimələnmisiniz. Bax, bu mövzu ətrafında köməklik göstərəcəyik sizə ki, iki mövzumuz olacaq, iki qonağımız var və Qanunacid layihəsinin rəhbəri Hüseyn dostumuz buradadır. Hüseyn, xoş gəlmişsən. Təşəkkür edirəm, çox sağ ol Elnur. Düşünürəm ki, yenə maraqlı bir podkastımız olacaq. İnşallah. Suallar və sürücülərimizi hər zaman kimi düzgün maarifləndirəcəyik. İki mövzu deyəndə əslində bir-birinə yad mövzu deyil. Yəni xarici işıq cihazlarının quraşdırılmasıdır. Məsələn, sport yaylar məsələsi ilə bağlı. Bu işdə bizə kömək edən dostumuz var. Daim ondan məsləhətlər alırıq. Mütəxəssisimiz var. Bəli. Elə özü də şəxsən özü burada iştirak edir. Auzum şirkətinin təsisçisidir. Zöhrab dostumuz burdadır. Zöhrab, xoş gəlmisiniz. Çox sağ olun. Təşəkkür edirəm dəvətinizə görə. Yeni studiyamızda mübarəkdir. Xeyirli olsun, uğurlu olsun. Bu gün təbii ki, işıq cihazları barədə kimin nə sualı varsa, buyursun, yazsın, cavablandırarıq. Yəni işıq cihazları belə deyək də, siz həm farada stopa baxmırsınız, amma farada təmirləri görürsünüz. Bəli, fara təmiridir, xarici işıq cihazlarının dəyişilməsi, işıqların tənzimlənməsi və s. Və onun qayda-qanun tərəfi də bu çox maraqlı məsələdir. Məsələn, adam deyir ki, mən LED işıq quraşdırmaq istəyirəm. Bunu etsəm, məsələn, qanuna ziddirmi, qanunsuzdur?mu? Bu tərəfdən istənilən suala cavab verə bilirik. Sualına cavab verə bilir, bəli, heç bir problem yox. Hətta bizə şəkil də göndərə bilərlər. Məsələn, şəkil üzərindən baxa bilərlər ki, bu olarmı, olmazmı, bu qanuna ziddirmi? Bax, suallarınızı bizə yönləndirin. Eyni zamanda sport yaylarla bağlı. Hə, o da. Sport yaylarla askı sistemi ilə bağlı. Kayloverdir, sport tipli yaylardır. Bu barədə kiminsə sualı olsa, onu da verə bilərlər. Bu sport yaylarla bağlı, bəzən də işıq cihazlarla bağlı belə bir cümlə işlədilir. Ən problemli sahədir. Hə, bu deməli avadanlıq kimi. Necə avadanlıq deyirik biz onu? Əlavə avadanlıq. Əlavə avadanlıq kimi. Bəli, bəli. Əslində sport tipli yaylardır, amortizatorlardır, xarici işıq cihazlarının özləridir. Yəni bunlar avadanlıq deyillər. Xarici işıq cihazları yol hərəkəti haqqında qanunda, inzibati xətalar məcəlləsində hər yerdə cihaz deyə adı gedir. Ona görə də bu cihaz sayılır. Yəni zaten cihazdır bu. Avadanlıq da ki yaylardır, sonra daha doğrusu sport tipli yaylardır, amortizatordur, bu da avadanlıq sayılır. Bunlar gedir əbəki ki konstruksiya ünsürləri, konstruksiya parametrləri və yaxud da ki belə deyəndə ehtiyat hissələri kimi də yəni qeyd olunur. Bəli. Amma bu sürücünün başına gəlib belə bir hadisə ki, bunu əlavə avadanlıq kimi qeyd ediblər. Zaten əgər 4 dənə yay varsa, mən 4 dənə yay çıxardıb 4 dənə yay qoyuramsa, burada əlavə sözündən artıq yəni adiyyatı yoxdur axı bunun. 5 dənə yay qoymuram axı. Düzdür? Yəni uca əlavə sözü yoxdur heç orada. Yəni əlavə heç nə yoxdur və təbii ki, bu avadanlıq deyil. Bunlar qanunda da və yaxud da standartlarda da konstruksiya ünsürləri, konstruksiya parametrləri və ya konstruksiya detalları, askı detalları bu kimi gedirlər. Yəni yaxşı, bu askı detallarında nə qanundan kənardır Zöhrab? Bax, doğrudan deyirsən ki, bu qanunsuzdur. Bax, bunu eləmək olmaz. Müdaxilələr. Necə məsələn, necə müdaxilə? Məsəl üçün kəsmək, prujinləri presə vermək, nə bilim, təndirdə bişirənlər, nə bilim, çoxdur da. Yəni ki, eləyirlər də. Belə şeylər bəli, yəni olmaz. Yəni askını sport tipli eləmək üçün, askını endirmək üçün yalnız başlamaq lazımdır sport tipli yaylardan, daha sonra kayloverdən, daha sonra pnevmadan. Yəni bu üç şeydən əlavə ağla nəsə gəlirsə orada nəsə eləməyə artıq bu qanuna ziddir. Bəs işıq cihazı, indi qısa-qısa toxunuruq. İndi suallar gələcək onun üzərinə də təbii ki. İzləyicilər rahat suallarınızı verə bilərsiniz. Suallarınıza cavab verməyə hazırıq. Yol hərəkət qaydaları. Bax, yolda başınıza hansısa bir hadisə gəlib, protokol tərtib olunub. Onu bizə WhatsApp-a da göndərin, səsli mesaj göndərin. Bax, onların hamısını indi efirdə səsləndirək. 050 505 55 25 bizim əlaqə nömrəmizdir. Bu nömrənin WhatsApp-ına rahat sualları bizə yazıb göndərə bilərsiniz ki, mən bilirəm ki, həm Zöhrab dostumuzu, həm də Hüseyn dostumuzu belə axtaranları var. Bax, indi hal-hazırda burdadılar. Bundan yararlanmaq lazımdır. Suallarınızı yönləndirin, onlara cavab verməyə çalışacağıq. 050 505 55 25. İşıq cihazlarına da məsələn indi bu belə bir sual versəm ki, nəyi etmək qanundan kənardır, ona qısa bir necə deyə. Əslində ondan başlamaq lazımdır ki, nəyə görə zərurət yaranır? Yəni insan nəyə görə gedir cihazı dəyişir? İlk növbədə ona görə dəyişir ki, yəni yol məsələn havanın qaranlıq vaxtı yolda avtomobili rahat idarə etmədiyinə görə, işıq kasadlığı yaşadığına görə istəyir ki, onun da işığı məsəl üçün 10 ilin maşınıdır, 15 ilin maşınıdır, amma müasir avtomobillərdəki xarici işıq cihazlarından istəyir. İndi imkanı çatmır gəlib bahalı maşın almağa, amma yəni bizə də qanun qadağa eləmir. Hər hansısa bir dəyişiklik yol hərəkəti haqqında qanun onu Hüseyn yaxşı vurğulayar. 30-cu maddəsinin 5-ci bəndində qeyd olunub ki, deməli, konstruksiya parametrlərini və ya konstruksiya ünsürlərini, hətta orada qeyd olunub ki, deməli,
istifadədə olan nəqliyyat vasitəsinin İstismarda olan nəqliyyat vasitəsinin bəli. normativ texniki sənədlərdə qeyd olunmayan Olunmayan dəyişirlər. Yəni o dəyişiklər. deyirlər məsələn zavoddan gəlməyibsə, bu sən bunu dəyişə bilmərsən. Elə bir şey yoxdur. Qanun beynəlxalq deyir ki, standarta uyğun olmalıdır. bəli, qanun deyir ki, əgər bu zavoddan məsəl üçün hansısa bir cihaz mı deyim, ya hansısa bir dəyişiklik gəlməyibsə, sən onu edirsənsə, mütləq şəkildə beynəlxalq standartlara və normativlərin tələbinə pozmamalıdır. Yəni ona uyğun olmalıdır. Məsələn biz öz işimizi sənədlərlə təsdiqləyirik. Məsələn hər hansı bir dəyişiklik olunur, sənəd verilir. Yəni ki, Auzum avtoişıqlandırma studiyasında bu işlər görüldü, və sənəd verilir ona ki, qanuna zidd heç bir şey yoxdur. Orada qanundan çıxarışlar Yəni da bir var. sertifikat verirsiniz ki, bu məhsuldan istifadə edə bilərsiniz. Zaten Belə yol bir- polis inspektoru saxlayanda da ən azından bir sənəd, bir kağız, məsəl üçün acı patpresi dəyişirsən, tələb edirlər ki, bir kağızın olsun da. Mən nə bilim, bəlkə üstünə plyonka çəkmisən və yaxud da ki, çox tündləşdirmisən. Ona görə yəni sənəd olmalıdır ki, işi təsdiqləyən. Yəni ümumiyyətlə hər hansısa bir iş görülürsə, mütləq şəkildə onun sənədi olmalıdır ki, bu təsdiqlənib. Belə bir sual var idi. Deməli izləyicimiz tərəfdən gəlmişdi ki, texniki baxışın vaxtı bitib. Aha. Mən texniki baxışa avtomobili aparmaq üçün evakuator sifariş verdim. Bəli. Və evakuatorun üzərində avtomobil texniki baxışa getdiyi zaman deməli sürücüyə cərimə gəlib. Əlavə olaraq onu da qeyd edeyim ki, mən maşını aparanda düşündüm ola bilər ki, bu kameralar avtomatik olaraq maşının nömrəsi düşsün. Bu baxımdan düzü maşının nömrəsini çıxardıb aparmaq istəyirdim. Amma evakuator sürücüsü qeyd elədi ki, yəni bu qanunla icazə verilmir. Yəni biz nömrəsiz apara bilmərik. Üstəlik də bu qayda pozuntusudur və buna görə də cərimə oluna bilərsiniz. Və əlavə nə bildirir bizə? Protokolda maddə 333.1 qeyd olunubdur. Yəni texniki baxış müddəti bitib 339.1. və maşın idarə olunubdur. Yəni maddə budur. Amma yenə deyirəm də, maşın evakuatorun üzərində olub, maşın idarə olunmayıbdır. Deməli mən istərdim burada Burada protokol da var. Hə, o 50 manatlıq cərimədir. 339.1 nəqliyyat vasitəsi texniki baxışdan keçmədən idarə etməyə görə. Burada belədir məqam mən sizə deyim. Xüsusi texniki vasitə hər hansısa bir qayda pozuntusunu aşkar edirsə, avtomatik olaraq onu mərkəzi informasiya sisteminə ötürür dərhal. Və əgər avtomobilin sığortası yoxdursa, texniki baxışı yoxdursa, avtomobil yolun qırağında dayansa belə, iPatrol-la maşın gəlsə belə, yəni yol polisinin avtomobilin üzərində iPatrol deyə belə mobil radar var. Aha. O da çəkəcək cəriməni dərhal. Avtomatik çəkir. Avtomatik çəkəcək. Eynilə evakuatorun üstündə gedəndə də maşın Aha. nömrəsi üstündədirsə, kamera avtomatik çəkəcək ki, bunun texniki baxışı yoxdur. Bununla bağlı müraciət etsə silinəcək. Çünki mən avtomobili idarə etmirdim. Mən aparırdım texniki baxış məntəqəsini texniki baxışdan keçməyə. Bəli. Ona görə biz də sürücülərimizə tövsiyə edirik ki, əgər texniki baxışınızın vaxtı keçibsə, evakuatorun üzərinə qoyursanız, avtomobilin üzərindən nömrəni çıxarda bilərsiniz. Burada hər hansısa bir inzibati Bəs xəta evakuatorda amma şirkət də deyir ki, biz nömrəsiz avtomobil aparmırıq. avtomobili üzərinə, nömrənin üzərinə Bəli. hər hansısa bir qurğu, nə bilim, kardon, əski, dəsmal və s. qoyulduğu təqdirdə, bu 500-800 manat arasında cərimədir. Amma fakt bu nömrəni çıxardıram. Mən maşını nömrəsiz idarə etmirəm ki. Mən avtomobili aparıram texniki baxışdan keçməyə və yaxud da ki, qeydiyyatdan keçməyə. Amma texniki baxışı misal üçün yoxdur. Ona görə cərimə yazıla bilməz. Ümumiyyətlə cərimə nəzərdə tutulmayıb onun üçün. Belə bir şey edə bilərik biz. Evakuator xidmətinə zəng etsək. Aha. İndi burada danışsaq. Sual versin, sual verə bilərik, problem deyil. Evakuator xidmətinə zəng vuraq və deyək ki, hansı əsasla, yəni nəyə Yox, əsasən? ümumiyyətlə sanki elə bu vəziyyətdə yaşayırıq. Texniki baxış bitib. Aha. Zəng eləyək, deyək ki, biz nömrəsiz aparılmasını istəyirik. Ümumiyyətlə bizə nə deyəcəklər? Yəni bununla bağlı düzdür, burada şirkətin adını çəkməyəcəyik, hansı şirkətə zəng eləyirik, amma cavabları maraqlı gəlir. Zöhrabın qaynar xəttinə yığaq da. İndi burdan hansına zəng eləyir? Buna zəng eləsək kifayət eləyir. Olar, fərq etməz. İstənilən. Önündə ulduz var, yoxsa yox? Məncə yoxdur. Yoxdur, sadə. Sən danışasan da yəqin ki. Problem yoxdur, amma sən indi qayda qanun tərəfini daha yaxşı bildiyinə görə. Nömrəsiz razılaşmayacaqlar. Maşın qeydiyyat nişanı üstündə olmalıdır. Yox, desək ki, bəs yaxşı. Mən aparam, cərimə gəlsə pul saparasan, yoxsa ödəyəsən mən. İkimiz də danışacağıq. Evakuasiya xidməti Mehman, buyurun. Mehman bəy, salam. Salam, bəli, vaxtınız xeyir, buyurun. Hər vaxtınız xeyirli olsun. Bizim avtomobilin texniki baxışı bitib.
Biz texniki baxışı aparmaq istəyirik avtomobili. Hansı ərazidə avtomobiliniz? Avtomobil Bayılda. Səbahi rayonu. Bəli. Hansı texniki baxışa? Sədərək. Sədərəyə aparmaq istəyirik. Bəli. İndi üçün Biz sadəcə bir maraqlanmaq istəyirik, bir məlumat almaq istəyirik ki, nömrəsiz aparmaq istəyirik ki, bir texniki baxışa getdiyi zaman bu kameralar avtomatik çəkir, cərimə gəlməsin deyə. nömrəsiz belə deyim sizə bəy, nömrəsiz daşınmaya icazə yoxdur. Onun ancaq belə köməkli göstərərik ki, bir nömrəsi qalsın üstündə, birini çıxardın. Görsən, hani kamera çəkəni çıxardarsınız, Aha. digəri qalsın üstündə. Bu sual verə bilərsən rahat. Salam, hər vaxtınız xeyir olsun. Mən bilmək istəyirdim ki, siz hansı nömrəni çıxartmağı deyirsiniz? Arxa yoxsa qabaq? Belə maşın əgər qabaqdan mindirilsə evakuatorun üstünə, Arxa nömrə qabaq çıxacaq. hissəsi, bəli, arxa çıxacaq. Qabaq görsənir. Arxa görsənir ki, arxa çıxır. Bəli, elə biz də elə onu demək istəyirik ki, zaten evakuatorun üzərinə çıxan avtomobil əgər qabaq tərəfindən qaldırılırsa, bunun qabaq nömrəsi evakuatorun belə deyək də salonuna dirənir, o nömrə görsənmir. Biz də onu demək istəyirik ki, arxa nömrəni çıxardaq ki, buna cərimə gəlməsin. Olar. Ha, Yəni, olar. mümkündür bu. Mümkündür. Bizdə Hyundai Sonata. Hyundai-da. Bəli. İndi istəyirsiniz daşınmalı. Yox, biz prosta bir dənə dəqiqləşdirdik ki, bunu etmək olarsa böyük ehtimal sabah üçün. Yəni bu gün axırıncı günü idi. Çatdıra bilsək özümüz eləyəcəyik. Alınmasa sabaha. Bəli, daşınma edirik o formada bəy. Qiymət nə olacaq? Dəqiqdirsə 30 manat ödəniş. 30 manat. 30 o da 50. Oldu. Aydın. Oldu. O Sağ zaman ol. biz sizə geri dönüş eləyərik inşallah. Təşəkkür edirik. Təşəkkürlər. Minnətdaram. Sağ olun. Sağ olun. Deməli belə icazəsi var imiş. Bəli. Bəs niyə sürücü deyir ki, mən Elə nömrəsiz iş evakuator orasındadır daşındım? ki, fikir verirsiniz burada hər şey nədən irəli gəlir? Bilik və savaddan. Kimsə bilməyə bilər və yaxud da ki, səhv məlumat verə bilər. Görürsüz, nömrəni biz hər ikisini çıxardıb evdə saxlamırıq ki, biz avtomobilin özündədir nömrə. Ön nömrəni də çıxartdan, çıxartmadan fərq etməz. Lap yol polisi saxlayıb desə ki, sən niyə nömrəsiz aparırsan? Çıxarsan deyirsən ki, bax nömrə maşının salonundadır. Bəli. Və biz geri texniki baxış məntəqəsinə gedirik ki, Bəli. cərimə olunmayaq. Radar çəkməsin. Texniki baxış məntəqəsinə düşəndə nömrə avtomobilin üzərinə bağlanılır, get texniki baxışdan keç. Və əlavə olaraq onu da qeyd edim ki, Aha. avtomobildə hər hansısa bir belə deyək, nasazlıq varsa, Bəli. istər misal üçün sport prujun olsun, istər fara yanmasın, nə bilim, hər hansısa bir nasazlıq varsa, İşə düşməsin, istər xodlanmasın. 342-ci maddə olsun, 2 normativ tələb pozulmaqla hər hansı bir avadanlıq quraşdırılsın, fərq etməz. Texniki baxış məntəqəsində buna heç kim cərimə yaza bilməz. Qanunvericilikdə inzibati xətalarda göstərilib ki, hər hansısa bir nasazlığa görə texniki baxış məntəqəsində buna cərimə tətbiq edilə bilməz. Aydındır. Gəlin bir edək. Suallara keçid edək. Çünki suallar yazıb gözləyənlər var. İstəmirəm çox gözləsinlər. Sizdə də canlı yayında suallar hansı sual Bəli, bilər? indi suallarınızı Görsəniz onları da bir-bir oxuyarıq. oxuyacağıq inşallah. Dəyərli dostlar, Avtotəmir live verilişini hal-hazırda izləyirsiniz. Texaco Havoline yağlarının baş sponsorluğu efirimiz yayımlanır. Havoline markasını alıb avtomobilə süzə bilərsiniz. Bununla həm mühərriki vurmuş olacaqsınız, həm sürətlər qutusu çeşidi var, yəni çeşid bolluğu var. Avtomobilin turbosunu da bundan qoruyacaqsınız. Yəni turbonun da qulluq məsələlərindən biri doğru yağ seçimi etməkdir ki, Havoline markasında bax sizə tövsiyə edirik. Gələn suallardan məndə Passat B5 turbo olsası lazımdır. Rahat Hakan Ustanın yanına gedə bilərsiniz. Dəyanət bəy. Hakan Ustanın yanına yaxınlaşa bilərsiniz. Hakan Ustanın nömrəsində mən buradan səsləndirim. Baxın, turbo təmiri ilə bağlı 055 753 56 22. Dəyanət bəy, siz də qeyd edin. 055 753 56 22 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Digər sualımız nə ilə bağlıdır? Bir dənə Bəli. keçmədən burada texniki baxışla bağlıdır. Buyur, oxu. Sual veriblər ki, niyə avtomobilin cəriməsi ola texniki baxışdan keçmək olmur? Yol hərəkəti haqqında qanunun 30-cu maddəsində də açıq-aydın şəkildə göstərilib ki, əgər sizin adınızda hər hansısa bir qərarlı şəkildə cərimə varsa, cəriməni ödəyəndən sonra siz texniki baxışdan keçə bilərsiniz. Ödəmədiyiniz təqdirdə texniki baxışda sistem mümkün olmayacaq ki, sizə talon versin. Yəni onu da Aydındır. qeyd edim ki, qanunvericilikdə var. 2009 Sonataya görə deməli qranat varmı? Bunu isə soruşa bilərsiniz Avtoqranat mərkəzindən. Baxın, qranat və kardan sistemi ilə bağlı Avtoqranat mərkəzinə yaxınlaşa bilərsiniz ki, nə gözəl də səhifəsinin adı var. Təbiət gözəldir. Bax siz
zəng ilə əlaqə saxlayın Ulduz 3036 nömrəsi ilə. Bu avtoqranat mərkəzinin nömrəsidir. Ulduz 3036. Zəng eləyin sizə köməklik göstərəcək. WhatsApp-a yazmışam, zəhmət olmasa cavablandırarsınız, yaxşı. Nömrəni də bir WhatsApp-a baxıram. WhatsApp-a mesaj yazmaq istəyənlər 050 505 55 25. Baxın, yazılı və yaxud da səsli mesaj göndərə bilərsiniz. 050 505 55 25. Bax bu nömrəyə yazın ki, indi yazıblar, onları mən oxuyacağam. 3044 deməli mesaj göndərir bizə. Salamlayır bizə, sağ olsun. F30 ili 2016 üçün sport yay quraşdırmaq olarmı? Dövlət Yol Polisi əməkdaşı saxlayanda nə deyək ki, cərimə yazmasın? Zöhrabın adını verin. Zöhrabı tanıyıram. Əslində yaylar maşına özəl olmalıdır. Bəli. Əgər maşına özəldirsə yaylar, onun keyfiyyət sertifikatı varsa, sənədləri yerindədirsə, təbii ki, heç bir qanun pozuntusu deyil. Amma yox, məsəl üçün indi o qədər şeylər var ki, yaylar heç maşına aidiyyəti yoxdur. Universal yay deyirlər, universal coilover deyirlər. Universal deyə ümumiyyətlə olmamalıdır. Maşına özəl olmalıdır. Çünki bu maşının hər bir maşının öz çəkisi var, özünün aerodinamikası var, özünün askı sistemi var. Yəni universal deyə bir şey yoxdur, amma Bu sənə yaxşı, bu təkər. Təkərlər ölçülər olaraq belə deyək də, hər hansısa bir X şirkətin təkər ölçüləri mənim avtomobilim üçün də tam 16-lıq disk gedir, təkər ölçüləri gedir, sənə də gedir. Bu təkər universal ola bilər. Təkər universaldır, istənilən avtomobilə vurmaq olar, ölçüsü uyğun gələrsə. Amma sən dediyin variant sırf avtomobilin özünə uyğun olan. Çünki hər maşının özünə uyğun askısı var. Bəli. Sən universal aksesuardan istifadə edirsən. Antenadır, nə bilim güzgü qapağıdır və s. nəsə, məsəl üçün belə bir şeylərdən. Amma timbol askı sistemidirsə, yaylardırsa, təbii ki, maşına özəl olmalıdır. Bəli. Üstündə xüsusi seriya nömrəsi olmalıdır və keyfiyyət sertifikatı olmalıdır ki, sabah bunu təsdiqləmək üçün. Yəni bunu təqdim edirsiniz, ondan da bununla da cərimə yazılmır da, yəni. Sonra həm də eyni dinləyicimiz yazır ki, bir də arxa təkərlər 275 30 19. Qabaq 245 35 19 olarmı? Bu kitabçasında Raznashiroki deyirlərdi ona, paket təkərlər deyirlər. M paket deyirlər, nə deyirlər? Mən səhv eləmirəmsə F30-dur da. F30, bəli. F30-da var. Elə o sayt var, wheelsize.com, onu da yazarsan istəyirsən. Orada yazarsan, özü girib araşdırar. Oradan da çıxarışını çıxarda bilər ki, sabah qayı saxlanıb göstərsin ki, ona ki, bu mənim maşınıma uyğundur. Sertifikatda verilib sport yayların yaylarla bağlı, deməli, bərabər paylanması ilə belə bir vəssalam, belə də mesaj. Hansı firmadır, qoy yazsın bir dənə. Bir markanın adını yazın da. O sport yaylardan hansı markadır ki, o marka biz Zöhrab dostumuz tanıyırdı onları. Salam aşağınız xeyir, hər vaxtınız xeyir. Mən avtomobilimi adıma keçirmək istəyirəm. Notariat qaydada alqı-satqı etsəm, imtahan mərkəzində məndən yenə də alqı-satqı müqaviləsi etməyimizi tələb edə bilərlərmi deyə 3487 yazır. Notarial qaydada alqı-satqı olmur. Axı alqı-satqı birbaşa Dövlət Yol Polisi idarəsində olur, qeydiyyat imtahan idarəsində və yaxud da ki, notarial qaydada bağışlanma ola bilər. Yəni alqı-satqı müqaviləsi birbaşa Dövlət Yol Polisi idarəsində olur. Bununla da bağlı biz paylaşım etmişik də. Yəni bir saylı əlavə var, alqı-satqı müqaviləsidir. 2 saylı əlavə kimin adına keçir, 3 saylı əlavə kimin adından maşın çıxır. Hüseyn dostumuz yazır, daimi dinləyicimizdir. Həm radioda, həm də burada izləyicimizdir. Salamlayır bizi, hər birimizi, sağ olsun, minnətdarıq. Zaur bəy yazır bizə. Cavablandıracağam. Dumanlı zavod reflektoru olduğu halda sadə led qoymaq olarmı deyə? Olar, amma vatı, voltajı yüksək olmayan. Məsəl üçün, elə zavod özü də dumanlıya 35 vatlıq qalogen lampa nəzərdə tutur. Siz də elə 40 vat, 45 vata qədər led quraşdırsanız, yəni təbii ki, tipi pozulmur. Məsələn, H7-dirsə, H7-ni çıxardıb H7 led quraşdırsaz və işıqları tənzimlətdirsəz, heç bir qanundan qadağası yoxdur. Zöhrab, burada bir nəfər sual verir ki, dalniyə açıq led qoymaq olar. Dalniyə açıq led qoymaq olar. Amma ledlər 45 dərəcə bucaq altında vurur. Mən açığı tutmadım bu sualı. LED 45 dərəcə bucaq altına vurur. Dalniyə gedir də. Yəni uzaq, yəni uzaq vuran işıqları. Uzaq vuran işıqlara ümumiyyətlə deyirlər ki, qabağında lins olmalıdır. Ehtiyac yoxdur da, yəni. Qanunda belə bir şey yoxdur. Yəni heç kim məcbur eləməz ki, bu mütləq olmalıdır. Amma yəni əks etdirici özü, yəni lampanın ətrafındakı atrajasiya özü öz funksiyasını yerinə yetirir. Yəni işığın belə deyim, işığı yönləndirir və bu zaten adı üstündədir. Bu uzaq vuran işıqlardır. Bunu heç kim şəhər içi və yaxud da ki yaşayış yerinə heç kim istifadə eləmir ki, yandırım sürün. Çünki əks halda istifadə edirik də o əks halda cərimə meydançası, daha doğrusu cəriməsi yazılır. Amma qaldı ki 45 dərəcə bucağında onu mən anlamadım. Yəni əslində 2 cür LED lampalar var. Bir var sağda, solda çiplə olanlar, o 180 dərəcə onları deyirlər. Bir də var 360, yəni hər tərəfi diod olan LED lampalar. Amma 45 dərəcə bucaqda onu mən anlamadım.
Həm də bu işləri görəndə düzgün görmək lazımdır ki, Allah eləməsin, sonra orada yanğın hadisələri də baş verə bilər. Yəni bu hadisələrdə blokların quraşdırılmasında çox incə məqamlardır. Diqqət eləmək lazımdır. Bax burada nə yada düşür? Yanğın söndürmə balonu. Yanğın söndürmə. Kimdə? Burdadır. Baxın belə bir balaca balonumuz var. Nanofire yanğın söndürmə balonu. Hə, əsl avtomobil üçün də. Kimin avtomobilində yoxdursa, bax yanğın söndürmə balonu. Avtotəmir yağı dəyişmə mərkəzlərində satışı reallaşdırılır. Rahat yaxınlaşıb baxa bilərsiniz. Bor tərkibli, yeni texnologiya ilə, nanotexnologiyası ilə hazırlanan yanğın söndürmə balonudur ki, tez bir zamanda müdaxilə etsəniz, o yanğının qarşısını alacaqsınız yəni. Onu da mən bildirmiş oldum ki, məlumatınız olsun. Təhlükə hər an baş verə bilər. Ehtiyatımızı qoruyaq. İstərdim bir suala oxuyum. Burada veriblər ki, deməli 2-4 çeşkaya 17-lik diskin cəriməsi varmı? 2-4 çeşka. Ümumiyyətlə onlarda maksimum 16 deyilmi, yoxsa 17 qoymaq olur onlara? Səhv eləmirəmsə qapıda tövsiyə olunan ölçü 17-dir. Amma təkər bazası onlarda 18-ə imkan verir. Dəqiq mən onu wheelsize.com saytına daxil olub oradan tam dəqiq baxa bilərsiniz. Yəni təkər ölçüləri bizə deyirsiniz, biz yəni çox vaxtı qapıda olan zavod onu tövsiyə qoyur ki, yəni komfortlu avtomobillər olsun. Məndə də 2 dənə tövsiyə edilən təkər ölçüləri var, 16-17. Amma sayta girəndə 18-dən kimi icazə var. İndi bax, Mercedes-dir, BMW-dir. Bunlarda, yəni təzə kozaların, köhnə kozalar bilmirəm. Bunlarda necədir? Məsəl üçün yazır 16, 15, 16, 17, amma əslində təkər bazası 18, 19, hətta 20-yə də imkan verir. Amma məsəl üçün elə maşınlar var ki 17 yazır, bir pillə yuxarı təkər bazası imkan verir ki 18 qoyasın. O çeşkada amma 202-də dəqiq bilmirəm, onu baxmaq lazım. Onu ancaq kitabda baxmaq lazım. Hal-hazırda bizi izləyənlər, yeni qoşulanlar salamlayırıq sizi. Avtotəmir live efirini izləyirsiniz və Hüseyn dostumuz buradadır, Qanunacılıq layihəsindən, Ağzım şirkətindən təsisçi Zöhrab dostumuz buradadır. Yol hərəkət qaydalarıdır. Maşallah hər yerdə canlı yayım edirik. Yol hərəkət qaydalarıdır. Daha sonra dəyərli dostlar, yol hərəkətin təşkilidir, cərimə məsələləridir, xarici işıq cihazlarının quraşdırılmasıdır. Həm cərimə, həm də təbii ki, onun texniki tərəfləri, təmiri, işıq vurma sizi qane etməyə bilər. Suallarınızı rahat yönləndirin, biz cavab verəcəyik. Nömrəmiz belədir. Nömrəni səsləndirirəm. Ola bilər ki, şərh bölməsində yazıb yorulursunuz, tam fikrinizi çatdıra bilmirsiniz. Amma WhatsApp-a yazılı və səsli mesaj göndərə bilərsiniz. 050 505 55 25. Bir daha nömrəmizi səsləndirirəm. 050 505 55 25 bizim əlaqə nömrəmizdir ki, Orxan bəy yazır ki, hər birinizi salamlayıram. Çox sağ olun ki, insanları marifləndirirsiniz. Minnətdarıq sizə. Surxan bəyin isə belə bir mesajı var. Aha. Qardaş, siz deyirsiniz, sizin tırkanıza gedib dirəşirik, sonra deyir problem yaşayırıq. Yox, qanunda nə varsa biz onu deyirik. Yəni mən özümdən nəsə belə pişmasun, belə deyək də, məsəl üçün biz öz sahəmizdə xarici işıq cihazlarıdır. Bax, qanunu bilirik, standartları bilirik. Çox adam heç məsəl üçün Azərbaycan standartları var, onlardan nə yazılıb orada xəbərsizlər. AZS 186-dır, standartlarda nə olmalıdır, necə olmalıdır, bunu bilirik və söyləyirik. Qalan məsələ isə biraz çətin məsələdir. Bir sən nəyə oxşuyur? Nəyə? Məktəbdə dərsini oxuyursan, müəllim hamıya eyni dərsi keçir, eyni sualları verir. Lakin imtahanı verən şagird eləsi var 5 alır, eləsi var 2 alır. Yəni biz məlumatları ötürürük. Eyni qaydada müəllim kimi. Qalır, yəni. Yerdə qalan artıq fikrini çatdırmaq məsələsi də vardı, orada izah eləmək. Eyni 30 nəfərə müəllim məktəbdə dərs deyir. 30 nəfərdən hamısı əlaçı olmur da. Oradan bir 25 nəfər əlaçı olur. Nə bilim 20 nəfər oxuyan o yerdə qalan halbuki məlumat hamıya eyni vaxt, eyni zaman ötürülür. Onda elə çıxır ki, bizdə çox adam oxumayıb da. Çünki 11 illiyi qutaran adam informatika dərsi keçir. Düzdür? İndi mənim 42 yaşım var. Biz deyəsəm ya 8-dən ya 9-dan informatika dərsi keçmişik. Deyəsən təxminən. İndikilər deyəsən bəlkə də 1-ci sinifdən informatika dərsi. Birinci yoxsa 2-ci sinifdən. Bu cihazla avadanlığı ayırmaq nə böyük problem olubsa, yəni ki, belə qlobal problem olub da. Oca bilmirik da necə eləyək, necə başa salaq, necə izah eləyək ki, bu bilinsin. Deməli bizə video göndərilib hal-hazırda. Bax, Zöhrab, sənin işindir bu. Bax, belə bir videodur. Videoda səs də var böyük ehtimal ki. O məsələdə, yəni soruşur ki, əvəz eləyə bilərəm yoxsa yox? Salam, bu lupanı W211-in dumanlısına quraşdırmaq olarmı deyə. Nə problem var ki, orada? Xarici işıq cihazıdır. Öz linzası, daha doğrusu öz dumanlısını çıxardır. Həmin bu belə deyim də, bu yəni ki, biletdir orada. Səhv eləməmsə biletdir. Onları quraşdırır. Prosta artıq burada belə deyim, hansı məsələlər gəlir? Bir,
quraşdırılma barədə hamısı düzgün olmalıdır. Yəni Bəli. elə düzəltməlidir ki, ştekir getsin. Bəli. Yəni orada belə deyim də, məftillər izolentlə paykasız, zadsız bağlanmamalı. Ştekir keçirsin. Yəni bu artıq onun normativlərini düzgün olsun. Oturulan yeri düzgün olsun və təbii ki, işığın bucağı da düz olmalı. Yəni işıq əyri ola bilməz. Təbii ki, bunu tənzimləyəndən sonra, qarşıdan gələn sürücünü narahat eləməyəndən sonra burada hansı qanun pozuntusuna söhbət gedə bilər? Bu avadanlıq deyil, yəni ki, bu xarici işıq cihazıdır. Equinox necə maşındır? Yaxşı maşındır. Pis maşın deyil və bir daha da Chevrolet. video görüntü gəldi bizim ekrana. Siz də bax video şəklində var, Nömrəni də görüntü və yaxud da ola bilər ki, protokol tərtib olunub. Bax onların şəkillərini də göndərin. Biz də burada həm də izləyicilərimiz də izləsinlər, burada da danışaq. Nömrəmiz belədir. WhatsApp-a mesaj yazıb göndərə bilərsiniz. 050 505 55 25. Bir daha nömrəmizi səsləndirirəm. 050 505 55 25 və səsli mesaj. Gəlin dinləyək səsli mesajı. Salam Elnur qardaşım. Axşamınız xeyir olsun. Salam, hər vaxtınız xeyir. Salamlayıram dəyərli qardaşlarımızı. Allah sizi qorusun. Sizi də sağ olun. Amin inşallah. Amin. Məndə Passat B5-dir. Bu günlər turbası dağıldı da. Qaldım yolda Elnur qardaşım. Bəlkə siz bilərsiniz, bəlkə qardaşlar bilər, bir turbo ustası turbo hardan tapım? Turbo ustası Dəyanət bəy, mən səsləndirdim. Hakan ustanın nömrəsini qeyd eləyin. Turbo ilə bağlı problem yaşayanlar 055 753 56 22. Bax bu nömrə ilə danışın, sizə köməkli göstərəcəklər. 055 753 56 22. Turbo təmirlə bağlı problem varsa Hakan usta ilə danışmaq kifayət edir. Digər izləyicimiz daha doğrusu nə yazır bizə? Mənim maşınımda alın şüşəsinə düz xətt qırıq var. Aha. Məni dövlət yol polisi əməkdaşı saxlayıb cərimə meydançasına aparıb. Bu olar duracağa aparsın. Yəni bu qanundurmu? Nəinki duracağı. Bunun qardaş. cəriməsi nə qədərdir? 90-10 yazır bizə. Nəinki duracağı. Maşını ümumiyyətlə əlindən almaq lazımdır. Pravası da əlindən alınmalıdır. O cür maşını idarə etmək olmaz qardaş. Pravanı ümumiyyətlə nətər alıb o? O çatın şəkildə olsaydı yaxşı olardı amma. Ümumiyyətlə biz keçən səfər də demişik, təbii ki, bu bir zarafat idi. Keçən səfər də demişik ki, əgər avtomobilin alın şüşəsində olan çat görüntünü məhdudlaşdırılmırsa, görünüş dairəsini sürücünün məhdudlaşdırmırsa, yol polisi saxlayıb xəbərdarlıq eləyə bilər ki, bunu aradan qaldır. Vəssalam. Buna görə maşın ümumiyyətlə duracağa getmir. Gedə bilməz də yəni. Maşının patpresinə lipa nömrə qoymağa icazə varmı deyə? Heç bir problemi yoxdur. Yəni aksesuardır. Aksesuardır. Yəni görünüş dairəsini məhdudlaşdırmırsa, qoymaq olar. Prosta mənə o şey çatmır. Yəni bu əslində normaldır. Var da həvəskarlar var da. Əgər bunu qanun qadağa eləmirsə, niyə görə biz buna belə şey biraz yox, mən demirəm ki, qadağa yox olmaz. Prosta yəni mən biraz deyirəm rahat olmaq lazımdır. Bizdə biraz hər şeydə, yəni belə biçim olsun, belə oturma, belə oturma. çıxardadan bir dənə hava Sıxmayaq ha özümüz. Deməli Passat 1.8 hansı yağ məsləhət görürsüz? Nə? Passat 1.8 hansı yağ məsləhət Onlarda görürsüz? 502 505 gedir. Sadəcə çıxardan. Qardaş, hər şey yanımda deyə bax. Bax buradan birbaşa mən sizə təqdim edirəm. Bax görüntünü də görürsüz. Bax ekranı bir dənə skrinliyini saxlayın. Şəkil skrinliyini saxlayın. Gedin bunu soruşun. Havolayın. Gedin Passat 1.8-ə rahat yağı tapacaqsınız. Çeşid bolluğu da var. Özdə yağda uzun müddətli Azərbaycanda var. Bir 20 ildən yuxarıdır ki, Azərbaycanda satılır. Bir çox sürücü yağı tanıyır, bilir. Volkswagen Dopuskunu bilirsən neçədir? Yox, onu əzbərə bilmirəm. 502 505. Sən sürürsən deyə bilirsən də. Bax gedin 502 505 tapın, havolayında alırsınız və salam. Dopusk. Bəli. Bax 90 kənara çıxmaq olmaz. Ya da yəni maşına uyğundur da. 502 505 Volkswagen. Yəni zavod tələbi nədir o? Zöhrə buradan bir dənə sual ver bilər. Deyirəm sən cavablan. Deyir qeydiyyat nişanının üzərini bağlayıb sürməyin cəriməsi nə qədərdir? 500 ya 800 manatdır. Hə, düppədüz. Necə, niyə bağlayıb sürürsən? Bax elə həmin söhbətdə nömrənin üzərinə sən bağlayırsan, sürürsənsə, məsəl üçün kardon keçirirsən, nə bilim əskidən filandan ki nömrə görsənməsin. Cəriməsi 500-800 manat var arası. isə dostum evlənir filan. Ya da ya dostum Onu demək istirdim. Toy kartecində, məsələn, bəyin maşınında tül atıblar, tül düşür nömrənin üzərinə, nömrəni bağlayır. Yox, ona görə cərimələnən şəxslər var, təbii ki, amma o necə olur? Necə tənzimlənir o? Əslində mən dəfələrlə o tip maşınları görəndə ki, görürəm tül arxa nömrəsində düşüb, yaxınlaşmışam, demişəm ki, bax tül sənin nömrəvin üzərinə düşür. O da oynayır ha, konkret örtmür. Küləyə düşəndə maşın istər-istəməz hərəkətdə olan zaman nömrənin üstünə düşür də. Demişəm ki, bax bunu şeylə götür. Elə ki, yoxsa saxlayacaqlar buna görə. Əslində yol polisi bunu görüb deməlidir ki, tülü ya nə bilim nömrənin arxası tərəfinə keçir, ya elə bağla ki, nömrənin üstünə düşməsin. Xəbərdarlıq etməlidir ki, və sürücüdə məsuliyyət yaranmalıdır ki, aha, mən bunu bilmirdim. Təşəkkür edirəm yoldaş inspektor ki, sən mənim bununla bağlı. Amma saxlayıb cərimə meydançasına aparmaq, nə bilim 500 manat cərimə, bu artıq düzgün deyil. İnsanlarda bir növ belə deyək, qıcıq yaradır ki, mənim axı
bilərəkdən bunu etməmişəm. Toydur, ad günüdür, nə bilim uşağın dünyaya gəlib buna sevincli görə günümdür yəni də. sevincli günümdür və sən də mənə deyirsən ki, sən bilərəkdən nömrənin üstünü örtsən. Yəni elə deyil də. Şükürlər olsun Zöhrə bu sada voltajdan qeyd elədi. İş yoldaşım led qoydu, farası əridi deyir. Necə? Deyir iş yoldaşım led qoydu, farası əridi. Sən də bayaq voltajdan danışırdın. Nəsə belə bir yerdə iş gördürüblər ki, o problem yaşayıblar. Yox, əslində LED lampaların qızma dərəcəsi yüksək deyil. Bəs necə olub orada ərimə baş verir? O ərimə baş verib, yəni ki, yaşdakı yerdə boşluq olub, ya da ki, lampa düzgün oturmayıb. Bəlkə də LED-dən deyil. Ola bilər ki, LED-dən olmasın. Ola bilər. Ya, orada bir söz necədir? Əslində qalagen lampa və ksenon lampalar risklidirlər. Çünki onların qızma dərəcələri yüksəkdir və onu hətta yerinə düzgün otuzdurmayanda, əyri otuzduranda, yerinə oturmayanda qızıb əks etdiricini yandırır, onun tüstüsü faraya dolur və s. kimi fəsadlar verir. Amma LED o yandırıbsa bu biraz inandırıcı deyil. Mən hələ bu günə kimi belə bir şey görməmişim ki, LED əritsin və yandırsın. Göründü bizdə necə iş görürlər ki, o əridir. Çünki LED-in qızma dərəcəsi maksimum olsun. Əgər 55 vatlıq LED-dirsə, o bir 3 saata filan gəlib 120 dərəcəyə çatar. Yəni yəni amma qalagenlə ksenon 300-350 dərəcəni görür. O məsələ orasındadır. Deməli burada Elnur çox Buyur, sual buyur. yoxdur orada. Var, sual çoxdur maraqlı əslində. bir sual Mən sizə verilib. tez oxuyum, Deyir ki, qeydiyyat nömrəsinin biri cefizsiz, yəni çipsiz Aha. olması, biri də köhnə çipdə. Buna görə cərimə yazıla bilər. Yəni hər iki nömrə dövlət tərəfindən verilibsə, biri köhnə nömrədirsə, biri təzə nömrədirsə fərq etməz. Bunun hər hansısa bir Cəriməsi yoxdur yoxdur. Yaxşı olardı ki, biz tövsiyə edirik ki, tam bir nömrə köhnə, bir nömrə təzədirsə, digərini də təzə ilə dəyişin. Eyni qaydada eyni nömrələr olsun. Belə deyək də bir növ simmetrik deyək. Əslində maraqlı bir sənədir. Bax, sən danışırsan, fikrimdə nə qaldı? Məsələn, sən deyirsən ki, bu qanunla necə tənzimlənir? Bəli. Əsas mənbəsi haradır? Standartlardır. Bəli. Düzdür. Gördün, nömrənin defizləri məsələsində standart. Bəli. Bu xarici işıq cihazlarında standartları vardı. Niyə heç kim onu oxumur? Niyə heç kimə maraqlı deyil o? Məsələ burasındadır. Görünür onda şeydir də, kitab. Yəni qabarit qalındır. işıqlar nədir, onun funksiyası nədir? Hətta heç kim oxumur və heç kimə maraqlı deyil. Ancaq bir saat əlavə 3-cü bəndini götürür. Orada da yazılıb rəng. İndi mən nə bilim, məsəl üçün mən sürücüyəm, hansı rənglərdən mən istifadə edə bilərəm? Ona görə də standartlara müraciət etmək lazımdır. Məsələn, bilirsən saxlayırlar deyirlər ki, ağ işıq olmaz. Hansı ki, hələ 75-ci ilin, 80-cı ilin Rusun standartlarında yazılıb ki, avtomobilin önündə ağ vergül, sonra sarı işıq olmalıdır. Məsələ burasındadır. Yəni saxlayırdı kimsə ağ işıq olmaz. Elə bir qanun, elə bir standart yoxdur. Bax belə. Mənim deməli içkili cəriməm var yazır. Bir izləyicimiz 1 ildən çoxdur qərarsız qalıb. Onun sonu nə olacaq? 1 ildən çoxdur qərarsız qalıb. Bu necə ola bilər ümumiyyətlə? 1 ildən çoxdursa qərarsız, yəni 1 ili prosta o zaman Belə belə şey ola çıxır ki, bilməz axı, qərarsız olan cərimə 1 ildən sonra silinir. Müraciət elirsən, silinir. Söhbət yox. Özü müraciət eləsin. Hə, müraciət etməlidir. Silinir qərarsızdırsa. 1 il ərzində qərar vurulmursa, Bəli. avtomatik silinir. Sadəcə maraqlıdır ki, bu 1 il ərzində ya texniki baxışdan, sığortadan falandan keçməyib ki, Məsələ burasındadır. o sistemdə sığorta heç amma texniki baxışda şey eləyirlər də, baxırlar ki, sənin cərimən varsa, Silmir. yəni bu onu maraqlıdır. Sürmür də maşın. Zöhrə bəydən soruşacağam, mənə LED lupa lazımdır, normal olsun deyir. Yol polis əməkdaşları icazə versin və alt patvarnik yazır. LED duman işığı ilə işləsin, amma pulunu 3 dəfə ödəyəcəm. Mümkündür belə bir şey. Kredit verəsən Hər yolu şey zərə. istəyir, amma puluna çatanda kəsir. Mənə 2 dənə lampa hədiyyə etmişdi deyir o vaxtında. Bax, hədiyyə eləmisən. Olub Ola eləyirsən. bilmə, ola bilsin. Bu Mənim dinə ürəyi elə açıq adamdır olan. ki, bu adam yəni bu adam yalan deməz. Hədiyyənin vaxtı yoxdur ki, onu istəmirəm. Əsas LED lupa istəyirəm deyir bax belə. Nə maşındır soruş Əlim? Hansı avtomobil istəyirsiniz? Hüseyn bəy. Onu deyin bizə zəhmət olmasa. Bizim servisə heç həyətə Daxil girə var. bilmir. Həyətdə işlə də nə olacaq ki? Həyətə də girə bilmir. Həyətdə girəm. Flaqmanı götürmək lazımdır. Salamir bizi deməli izləyicimiz yazır ki, Nivada bu patvanik işıqlara cərimə varmı? Kurslar istifadə edilməyib deyir. Hə. Hətta hazır Dönmə aldım bu işıqları arada. Baxın. nə deyir? Bax burada Nivanın belə bir şəklini göndərib. Yox, burada nə qanun pozuntusu ola bilər ki? Yəqin ki, o gündüz işıqlar yanır, ondan sonra da Ha, bir sarı dənə də var yanır. belə. Hətta olsun da bu gündüz işıqlardır. O da ki, İki maşın şəkil göndərib. o da pavorotnikdə də sarı yanır. Bəli, Yəni bəli, burada bəli. nə problem var ki? Məsəl üçün ola bilsin desinə ki, bu miqdarı artırıb. Qardaş, qabaritdir də, bu maşının həcmini göstərdi. Yəni burada nə var ki? Bax bu Yəni, formada. nə Qabarit qəbahət. işıqdır. Özü hazır alıb, yəni qoyub Yox, üstünə. salonda Orada nə burada problem var? heç bir problem yoxdur. İndi böyük ehtimal ki, ekranda gələcək şəkil. Onu da görəcəksiniz. Orada əməkdaş işləyir. Ona dedim, biraz rahat olmaq lazımdır. Belə şeylərdə biraz rahat olmaq. Amma mən də məsəl üçün bəzən əsəbləşirəm. Məsələn mən özüm Nəyə? də bir sürücüyəm. Məsəl üçün 1 saat yol sürürsən, qabağına bir 100 dənə maşın çıxır, onun 80 adam gözünü deşir.
Hə. Və indi bu tərəfdən gəlin belə deyək də, indi məsəl üçün biz də işləyirik, biz də amma yəni ki mən xalqı burada təmsil edirəm. Qardaş maşın sürmək olmur. Bax bizdən soruşaq ki, LED lampa quraşdırmaq olar. Məqsəd nə üçündür? Nə etmək istəyirsən? Məsələ burasındadır. Bax o bayaqki qardaş var, Opel-də deyəsən, yox, Mercedes bileti qoymaq istəyir Dumanlıya. Mənə deyəndə ki, Dumanlıya güclü nə təklif edə bilərsən? Mən hər kəsə deyirəm ki, qardaş, açın 73-cü maddəni oxuyun. Yazılıb ki, duman işıqlarından havanın qaranlıq vaxtı işıqlandırılmayan küçələrdə və yaxud da ki, görüntü məhdudiyyəti yaranan zaman. İndi şükür Allah, hər yerdə, məsəl üçün, yaşayıram Yeni Günəşildə, işləyirəm bir şəhərdə. Bütün prospekt, Babək, Neftçilik, Obris, hamısı stolvalan işığı yanırdı. Onda elə çıxır ki, əgər işıqlandırılıbsa, mən dumanla yandırıramsa, əksinə mən cərimə olunacam. Aha. Ona görə yaxın işıqları gücləndirmək lazımdır düzgün qaydada və onları yandırıb istifadə etmək lazımdır. Duman işıqlarına yalnız zərurət yarananda istifadə oluna bilər. Amma bizdə bu tərsinədir. Maşını işə salmamışdan qabaq duman işıqlarını yandırır. Qardaş, bax belə şeylər eləmək olmaz. Duman işıqlarını da yandırırlar, o tənzimlənməyib. Bəzən məsəl üçün təyinatı olmayan, təyinatına uyğun olmayan lampalara, işıq cihazları quraşdırılır. Fərqi yoxdur, LED, ksenon. Zaten qanunda tip barədə yazılır, növü barədə yazılmır. Nə standartlarda, nə Avropa standartlarında heç yanda ksenon, LED onu bölmür. LED diod bölmür. Yalnız tipinə uyğun. Çünki istehsalçı tipinə uyğun kodlar qoyur. Keçən verilişdə Hüseyn bəy qeyd eləmişdi, HC. Tiplərini qoyur və onun tipinə uyğun. Zaten sən H7-ni çıxardıb, sən onu H11-i qoya bilmərsən. Uca gərək kəsəsən, doğrayasan, yonasan, bu artıq nasazlıq kimi qeydə alınıb cərimə yazılır. Qayda pozuntusudur. Bəli, əgər sən işdə ki, məsəl üçün keçənsə bir qardaş məndən sual verir ki, mən LED qoydum, yol polis inspektoru saxladı ki, LED-in ventilatoru var. Bu da qanunla qadağandır, bu avadanlıqdır. Hansı normativlər pozulur kullerin? Yəni kullerin işində hansı normativlər pozulur? Heç bir. Kullerin iş prinsipi orada nədir? Lampanı soyutmaqdır. Yəni belə bir şey pislik eləmir ki, lampanı soyudur da. Və yaxud ki o dekoderlər olur orada balaca. Onun da funksiyası nədir? Akkumulyatordan daimi cərəyan gəlmir. Oynaq cərəyandır da 18 vata qalxır, düşür 12-yə və s. Həmin dekoderin funksiyası da odur ki, akkumulyator hansı cərəyanı versinsə fərqi yoxdur. Bir növ stabilizator rolunu oynayır da. Amma həmin dekoder lampaya daimi 12 voltu ötürür. Ki lampanın ömrü uzun olsun. Çünki diodlar belədir ki, cərəyan oynayanda onlar tez sıradan çıxırlar. Malqatlayır və xarab olur. Yəni onu da heç bir normativ tələblər pozmur. Artıq heç bir cərimə də yazıla bilməz. Ona görə deyirəm ki, bir şey də var ki, yəni düzgün yerə müraciət etmək lazımdır. Hər yerdə lampa dəyişmək olmaz. Lap zərurət yanında bəli. Məsəl üçün dükana yaxınlaşdın ki, lampan işləmir. Çünki bu da 50 manat cəriməyə gətirib çıxardır. Dəyiş, amma sonra yenə də müraciət edək ki, bu işığı tənzimləmək lazımdır. Və bu məsələyə də bir qısa toxunaq, sonra suallara baxaq. Deməli, məsələn, yolda getdiyi halda adam bilmir də, stopun işığı yanmır. Dövlət yol polisi əməkdaşı saxlayır ki, stopun işığı yanmır. Bundan sonra proses necə baş verməlidir? Ümumiyyətlə, cəriməsi varmı bunun? Sürücüyə cərimələmək, yəni orada sürücüyə cərimələnə bilərmi? Bax, qanunla cavab vermək istəyirəm buna. 37-ci maddədə deyilir ki, sürücünün vəzifələridir. Sürücü nəqliyyat vasitəsinə minməmişdən qabaq əmin olmalıdır ki, yəni bir 360 dərəcə avtomobilə fırlanmalıdır. Baxmalıdır ki, təkəri boşalıb, boşalmayıbmı, işıqları yanır, yanmır və s. Bunu nəzarət etməlidir. Nəzarət etdi, düzdürmü? Hər şey qaydasında da çıxır yola. Heç kim heç nədən sığortalanmayıb. Yəni yolda istənilən qəza da baş verə bilər, yolda təkər də partlaya bilər, lampa da yana bilər və s. və ilaxır. Düzdürmü? Bu avtomobil idarə edən zaman lampa yanırsa, məsələn, müasir maşınlarda səhv etmirəmsə, displeydə adam göstərir, səhv etmirəmsə. Error aşıbqa çıxardır da. Hə, aşıbqa göstərir ki, sənin tam stopun yandı və yaxud da ki, blijnin danin və s. də lampiçka sıradan çıxdı. Yolda bu baş verirsə, yol polisi bunu saxlayıb deyə bilər ki, amma prosta sadəcə burada bir məqam var ki, sən necə sübut eləyəsən yol polisinə ki, mən maşına minəndə yanırdı. Və yol polisi sənə necə sübut eləyəcək ki, yox dünəndən səndə. Bu baş verib, bəli. Burada artıq biraz anlaşılmır. Və onu yerində dəyişmək məsələsinə gəldikdəsə, qanunda yerində söhbəti yoxdur ha buna görə. Yəni Zöhrab da keçən səfər demişdi ki, yəni elə maşınlar var ki, onun adi lampasını dəyişmək üçün fara sökülməlidir. Hətta bufer sökülməlidir. Bufer sökülməlidir. Odur belə olan halda yol polisi xəbərdarlıq etməlidir ki, sən bunu səndə işığın tormozun bir lampiçkası sıradan çıxıb, bəs bunu aradan qaldır. Yəni bunu dedikdə artıq xəbərdarlıq eləməlidir. Vətəndaşda
nə yaranır? Simpatiya yaranacaq ki, yol polisi məni saxladı, xəbərdarlıq etdi. Yadınıza gəlir bir ara sosialda da paylaşırdılar. Arxa duman işıqlarının yanılı vəziyyətdə. Mən də onu paylaşdım. Çox xoşum gəldi. Bəli, xəbərdarlıq gəlir saxladı dedi ki, siz bilirsiniz duman işıqlarını, arxa duman işıqlarını hansı halda yandırmaq lazımdır? Zöhrab bəy dediyi kimi, əgər məhdud görüntüdürsə və yaxud da ki, yolun işıqlandırılmamış sahəsində və s. və ilaxır, bu halda yandıra bilərsiniz. Amma siz yandırıb gedirsiniz, adam da deyir ki, valla mən bilmirəm. Amma deyir, biz sizə cərimə yazmırıq, xəbər yox. Bu getdi, onun ömürlük yaddaşına getdi. Kitab açmağa, oxumağa ehtiyacı yoxdur. Bir mənalı şəkildə oturdu yaddaşına ki, duman işıqlarını adi havada yandırmağa ehtiyacı yoxdur. O sürücü də artıq həmişə düşünəcək ki, mənim qarşıma belə bir dövlət yol polisi əməkdaşı çıxmışdı, sağ olsun mənə kömək eləmişdi. Yəni hər yerdə işini gözəl görən tək polis əməkdaşlarına demirəm mən. İstənilən sahədə belə yaxşısı da var, işini gözəl görən də var, işini bilməyən adamlar da var. İnşallah ki, bizim qarşımıza hər zaman yaxşı, peşəkar, işini düzgün görən şəxslər çıxsınlar. Və bizə nə yazırlar? Gəlin baxaq. 2 filiallar hələ ki xidmətinizdədirlər. Nəyə görə hələ ki deyirəm? Çünki filialların sayı artacaq və Xırdalan dairəsinin yaxınlığında bir filial, digər yerləşir Zabrat yolunun üzərində. İndi isə keçid edirəm. Siz tərəfə, harada ki siz tərəfə harada? Günəşli. Yeni Xətai rayonu, Nizami rayonu olsun, super olar. Yaxşı. Bir də qeyd elədik hamısını. Orada binəyə də bir aya. Təzəli çənləri də yaxşı, benzinləri də yaxşı. Hə, hamısı sistem təmizdir. Bax onu zöhrab 10% endirim verir də, səhv etmirəmsə rədd oldu. Yoxsa hər şeydə yanlışın. Yoxsa Günəşlidən gələ mənə də gəlim Xırdalına polnu bak vurdurum təzədən qayıdım gəl. Bax belə bir bonus var. 11 litr vurursan, hər litrinə görə 1 qəpik sənə bonus gəlir. 12 litrə 12 qəpik. Valla mənə Oturur bonus lazımdır. kartına. Benzin yaxşıdırsa, Yaxşıdır. filtrları yaxşı, düzdür, təzədir, amma qatqıları da yaxşıdırsa, maşın yaxşı gedirsə, valla bonusa ehtiyac yoxdur. Bir çox sürücü əslində onu istəyir. Təbii mən də. Bax təmiz yanacaq avtomobilə vurmaq istəyirsinizsə, Red Oil-a yaxınlaşa bilərsiniz. Yəni adı görüb qorxmayın da, rahat daxil olun Red Oil-a. Qırmızı yanacaq. Hə, red, qırmızı. Qırmızı rəngi sevirsən? Sevirsən qırmızı rəngi. Bəli. O bir dənə yağı da reklam elə də. Qardaş yağı da deyib boş. Burada bir dənə məhsul var. Bir dənə məhsul var burada. Klass. Burada necə görsənir? Məhsul dedin, yağı dedim. Bax yağın yanında Klass əyləc bəndi. Bax, dəyərli dostlar. Bu yerli brendimizdir. Yerli brendimizdir. Səsim məndə Azərbaycanda istehsal olunur. Gərək bundan bir dənə yoxlayım. İndi onu bilmirəm də. Bax, VAG avtomobillərindən var yoxsa yox. Məncə yoxdur. Bir dəfə deyəsən sonra. Çünki bu Yapon Koreya avtomobilləri üçün əksəriyyətinə istehsal olunur. Hə, qardaşım, VAG ilə Koreyadır da. Hə də Koreyadır da var. Koreya da var. İki Bax, Yapon Koreya avtomobillərinə rahat Klass əyləc bəndini alıb istifadə edə bilərsiniz ki, zəmanətli bir məhsuldur. Yerli brendimizdir. Yerli brendimizə üstünlük verək. Aldınız, bəyənmədiniz. Təbii ki, orada da iradınızı bildirirsiniz, onun üzərində çalışırlar. Onu da daha da təkmilləşdirirlər. Eyni zamanda da sizə yeni məhsullar təqdim edirlər. Burada Azərbaycanda istehsal olunur. Burada da Azərbaycanda hamısı bu yerli məhsulumuzdur. Klass əyləc bəndləri. Bax, güvənə bilərsiniz. Əyləc bəndindən istifadə edə bilərsiniz. Keçək mesajlara. Keçək. Salam qardaş, salam. Məndə Kia Rio 2006 faranın üzərində HCR yazılıb, lupa LED qoydurmuşam. Qarşıdan gələnə də mane olmur. Dövlət yol polisi əməkdaşı imkan vermir, anlamadım. Necə sübut edim ki, hər şey qanunidir. 50.07 yazır. Necə sübut edeyim? Yol hərəkəti haqqında qanunun 1.3 3-cü bəndi. Orada başlığında da yazılıb xarici işıq cihazları və 6 bənd cihazlar barədə məlumat verir. Açıb orada oxuya bilərsiniz. Birinci elə necə yazılıb? Miqdarı, tipi, rəngi, yerləşməsi və iş rejimi nəqliyyat vasitəsinə uyğun olmalıdır. Zaten əgər kod varsa, H4 qalagen lampoçkanı çıxardıb, H4 linzalı LED quraşdırırsa və işıqları tənzimləmişsə, artıq burada hansı qanun pozuntusu var, mənim özümə çox maraqlıdır. Digər mesajımız nə ilə bağlıdır? Qanunda Danliya uzaq işıqlara LED qadağandır deyilənə görə. Yoxdur belə bir şey. Mən öz maşınımda da istifadə edirəm. Uzaq vuran işıqlarda yayıcı tələbi deyə yayıcı reflektor özü, yəni lampanın ətrafında olan reflektor. O özü öz funksiyasını yerinə yetirir. Hətta mən şəkillər də belə paylaşıram ki, məsəl üçün bir avtomobildir, bir tərəfə qalagen quraşdırırıq, bir tərəfə LED quraşdırırıq, fərqi yoxdur, olsun ksenon. Yəni o işığın formalaşmasında reflektor özü öz işini görür. Yəni əks etdirici öz işini görür. Ona görə ora qabağında mütləq linza olmalıdır və ya digər bir şey olmalıdır. Ona qanunda belə bir şey yoxdur. Digər mesajımız nə ilə bağlıdır? Gəlin baxaq, görək dinləyicilər bizə nə yazıb göndərirlər. Belə bir sual verin. Bax bu əksər belə bir suallar da gəlir ki, dövlət yol polisi əməkdaşı sürücünü saxlayır. Məsələn, tutaq ki deyirəm. Sürücü qırmızı işıqda keçib.
və yaxud da keçməyib. Deməli, dövlət yol polisi əməkdaşı saxlayır ki, sən qırmızı işıqda keçmisən. Aha, Bu vaxtı sürücü dövlət yol polisi əməkdaşından görüntü tələb eləyir. aha. Görüntü tələb etməyi bu qanunidirmi, yoxsa yox? Çox maraqlı bir mövzuya toxundun. Bizim bir çox sürücülərimizin bilmədiyi bir məqama mən elə istərdim efir vasitəsilə bildirim. Aha. Yol polisi sürücünü nə vaxt saxlayır adətən? Qayda pozuntusunu görəndə yol polisi saxlayır sürücünü ki, sən vizual aşkar etdikdə də belə deyək. Bəli. Bilavasitə qayda pozuntusunu fərq etməz. Qırmızı işıqda keçdin, kəmər taxmamısan, telefonla danışmısan, xətti tapdalamısan, nişanın tələbini pozmusan və s. Yol polisi saxlayır sürücünü ki, sən filan qaydanı pozmusan. Bəli. Əksər sürücülərimiz nə edir? Deyir ki, sübut elə ki, mən qayda pozmuşam. Sübut elə ki, mən telefonla danışmışam və yaxud sübut elə ki, mən kəmər taxmamışam, mənə görüntünü göstər. Buradan həmin sürücülərə bildirmək istəyirəm ki, yol polisinin sizin qayda pozduğunuza dair foto, video, sübutları təqdim etməyə borclu deyildir. Yəni onun elə bir vəzifə borcu yoxdur ki, sən qayda pozmusan, onun sənə videosunu, fotosunu göstərsin. Yoxdur elə bir şey. Aha. Və sürücü də onu tələb eləyə bilməz ki, mənə göstər. Nətər olur? Əgər sürücü hər hansısa bir qaydanı pozursa, yol polisi gəlir saxlayır, deyir ki, sən qırmızıda keçdin. Bəli. Əgər sürücü qayda pozuntusu ilə razıdırsa, ona İnzibati Xətalar Məcəlləsinin səhv etmirəmsə 124-cü maddəsi ya 123-cü Qırmızı maddəsi. işığı deyirsən də sən. Fərq etməz. Qırmızı işıq olsun, nə hər hansı bir qayda pozuntusunu gözü ilə görür. Birbaşa qərarlı protokol təqdim eləyir. Birbaşa. Yox, əgər sürücü narazıdırsa, o zaman qərarsız şəkildə Bəli. təqdim eləyir. Bəli. Əlavə olaraq onu da qeyd edeyim ki, yol polisi gözü ilə gördüyü qayda pozuntusuna görə elektron kabinetə heç bir foto, video yerləşdirmir. Çoxları deyir ki, mən gəldim, mənə saxladı qırmızı işığa görə və yaxud xəttə görə, amma elektron kabinetdə foto, video yoxdur. Yerləşdirilmir. Qanunla polis saxlayırsa inzibati xəta haqqında protokol açılır, qərarlı və yaxud qərarsız və vurulur sistemə. Amma bizim Əgər şəxs narazıdırsa, narazıdırsa heç protokol. Amma bizim bir çox yol polislərimiz hansı addımı atmaq məcburiyyətində qalırlar, onu da deyəcəm burada. Bəzi sürücülərimiz konkret deyirlər ki, qayda pozmamışam, sübut elə. Bunlar da nə edirlər? Telefon vasitəsilə çəkiliş aparırlar. Yol polisi özü ki, sən qırmızıda keçdin və yaxud da ki, telefonla danışmısan. Sürücü iddia eləyəndə ki, sübut elə, deyir ki, bir dəqiqə gözlə, bax, gətirir telefondan göstərir ki, bax, sən qırmızıda keçmisən. Sürücü də qayıdır deyir ki, sənin telefonla çəkməyə ixtiyarın yoxdur. Demək burada belə bir məqam yaranır. Sürücü qaydanı pozub faktiki, amma sudan quru çıxmağın yollarını axtarır. Yəni yol polisinin telefonla çəkiliş etməyə qanunda nəzərdə tutulub deyə bir şey yoxdur. O vizual aşkar eləyir gözü ilə. Sadəcə bəzi sürücülərə qarşı onların qayda pozduqlarını göstərmək üçün telefondan göstərir. Bir növ sübut kimi də. O sabah məhkəməyə də sürücü versə, sabah məhkəmədə də o faktı qoyacaq ki, və qeyd olunur ki, mən burada sürücünün də hüquqlarını demək istərdim ki, sürücü əgər narazıdırsa, İnzibati Xətalar Məcəlləsinin 61-ci maddəsinin 1.8-ci bəndinə əsasən qeyd olunur ki, barəsində inzibati xəta iş aparılan şəxs, inzibati icraat üzrə aparılan şəxs, yəni bu maddəyə əsasən əgər həmin yer inzibati xəta hadisəsi video kameraların müşahidə altındadırsa, yəni kameralar düşüb, müraciət eləyir Baş Dövlət Yol Polisi İdarəsinə, ona foto və video görüntüləri əyani şəkildə təqdim etməyə borcludurlar və hətta daşıyıcıda da, sürətini daşıyıcıda ala bilər ki, zəhmət olun elektron WhatsApp-la göndər, e-mail-la göndər, diskə yaz ver. Onlar təqdim etməyə borcludur, bunun da hüququ var ki, onu tələb etsin. Bəs yoxdursa? Əgər görüntü yoxdursa, yəni kamera yoxdursa, yol polisi də telefonla bunu çəkməyibsə, sadəcə bilavasitə gözü ilə görüb, o zaman sürücü məhkəməyə müraciət edir ki, mən qırmızıda keçməmişəm və yaxud da ki, mən kəmər taxmışdım, yol polisi deyir ki, o zaman məhkəməyə müraciət edir və artıq burada təqsirsizlik prezumpsiyası deyilən bir maddə var, 8-ci maddə inzibati xətalarda. Sürücü günahsız olduğunu
sübut etməyə borclu deyildir. Yol polisi onun qayda pozduğunu Sübut sübut eləməlidir. etməyə borcludur. Təqsirləndirilən təqsirləndirilən şəxs eləməli. Təqsirləndirilən şəxs deməməlidir ki, mən qayda Eləməmişəm. pozmamışam. Bəli. Polis əslində fərq etməz, istər polis olsun, digər olsun. Mən səni görmüşəm, sən falan şey etmisən. Mən sübut etməliyəm. O deməməlidir ki, Mən bu cür qayda. Burada yenə də bildirmək istəyirəm ki, yol polisinin qayda pozuntusuna görə, hər hansı bir qayda pozuntusuna görə sürücüyə yerində sübutları təqdim etməyə borclu deyildir. Bəli. Deməli uzaq vuran işıqların önündə belə bir qoruyucu var. 6709 və salam digər mesaj yazması bu Fərqi yoxdur, var, yoxdur, istifadə eləmək olar. istifadə etmək olar. Bəli, bəli. Salam axşamınız xeyirli olsun, hər vaxtınız xeyir. Vərəsəlik deməli aldırmışam. Nə qədər rüsum ödəyib yeni texpasport almalıyam. Vərəsəlik ilə bağlı əgər avtomobili öz adına keçirmək istəyirsə, Aha. 20 manat qeydiyyatdır. Artıq burada mühərrikin həcmi, ili falan oynamır. Sadəcə standart 20 manatdır qeydiyyat. 30 manat da texpasportdur. Cəmi 50 manat bunun rüsumu var. Nömrəni də dəyişmək istəsə əlavə 30 manat. F30 2016 sport yaylar var idi. Bayaq sertifikatdan danışırdıq ha. Deyir ki, buyurun burada sertifikatlar. Buradan sənə nəsə aydın olacaqmı yoxsa yox? Markanı adını çəkməyə bilərsən, də çəkmə. Sənin sertifikatındır. Testlər. Qardaş sür də. Elstardır. Yəni orada nəsə bir problem olsa Zöhrabın nömrəsi var. Zəng eləyin, kömək eləsin sizə. Sən bu sən şey də verirsən də, sənəd verirsən, müraciət forması. Hamısı sənəd. Sənət ikisini qoyub, onun altındadır yəqin olaramsa. Biri akayın kağızıdır. Qardaşım, bu O bu dəyiş sök onu, sök qardaş, sök. Bir dənə uzaq vuran işıqlarda bir söz də deyim. Buyur. Məsələn mən deyirəm, sonra gəlib qoyacaqlar, sonra cərimələnəcəklər, özü 150 manat cərimələnəcəklər. Sonra mənə deyəcəklər ki, qardaş dedi, baxın. Məsələ O nədir? bir nəfər yazıb, özür istəyirəm, sənin tırkana getdim deyir. Hə, məsələ nədir? Uzaq vuran işıqlar sırf o barədə deyəcəm. Digərləri orada başqa məsələlər var. Uzaq vuran işıqlarda yaycı tələb eləyirlər. Qabağında mütləq yaycı olmalıdır. Qanunda belə bir şey yoxdur. Yəni tam səmimi deyirəm yoxdur. Səbəb olaraq, yəni belə deyim, istiqamət olaraq 1-3-cü bəndinin 4-cü bölümünü belə deyim, bir dəlil kimi gətirirlər. Orada nə yazılıb? Gəlin hamımız baxaq da. Xarici işıq cihazlarında, avtomatik cihazda avadanlıq yaddan çıxdı, 150 manat yaddan çıxdı. unudaq. Hə, onu unuduruq. Xarici işıq cihazlarında işıq yayıcılar olmadıqda yayıcı nədir? Çox adam deyir ki, lupa yayıcıdır. Birinci növbədə lupa deyil. Lupa böyüdücüdür. Bu linzadır. Yəni hər şeyin öz adı var. Gəlin öz adı ilə deyək. Linzadır və linzanın iş funksiyası işığı özündən keçirdib həmin işığın formasını yola bir növ saçmasıdır. Qaldı ki, deməli yayıcı özü рассеиватель gedir rus dilində. Yayıcı bir anlam yoxdur. Yəni tam səmimi deyirəm. Əks etdirici var, yəni aktrajatel var və linza var. Yəni ümumiyyətlə iş prinsipi necə gedir? Deməli belə deyək də reflektordur. Həmin o reflektorun funksiyası atrajeniya eləməkdir, işığı atrajet eləməkdir. Onun da Azərbaycan dilində tərcüməsi əks etdirici deməkdir. İşığı əks etdirir yola və təbii ki, əks etdirin özü, oradakı o formalar var. O işığın formasını özü götürür. Qabağında mütləq linza olmalıdır, mütləq reflektor olmalıdır. Belə bir şey yoxdur qanunda. Deməli baxın orada nə yazılıb? Xarici işıq cihazında işıq yayıcılar olmadıqda tipinə uyğun olmayan yayıcılardan istifadə etməyə qanun bizə qadağa eləyir. Yəni lampalardan qadağa eləmir. Ona görə də uzaq vuran işıqlarda LED lampa quraşdırmaq olar, istər ksenon olsun, əgər fara imkan verirsə. Amma bir şey də var. Əgər istəmirsə başınız ağrısın, müəyyən tələblərə görə eləyirsə, onda linzalı LED quraşdırın ki, sabah saxlayan deyəcək ki, yayıcı deyirsən, ala bu da yayıcı. Linza yəni üstündə lupa, belədir. Lord Linza, lupa. Bəli, lupanın funksiyası böyüdücüdür. Yəni kiçik bir əşyaya baxırsan, böyüdürsən. Məsəl üçün onu deyirlər göz əməliyyatına getdim, gözümə linza qoydular. Onun gözünə lupa qoysaydılar, o bütün hamısını belki glazokdan baxmış kimi olacaqdı. Amma linzadır bu. Yəni bu linzadır və linzanın iş prinsipi odur ki, işığın bucağını sırf özündən keçirib yola belə deyim, saçmaqdır. Qabaq yan şüşələrə 25%li plyonka vurmaq olarmı deyə şey. Ümumiyyətlə plyonka olmaz. Ön şüşələrə, yəni sürücüdən sağda və solda olan şüşələrə ümumiyyətlə plyonka vurmaq olmaz. Şəffaf olar, amma tündləşdirir. Yox, olmaz. Şəffaf da olmaz. Ümumiyyətlə plyonka olmaz. Niyə ki, şəffaf olar? Olmaz. Qanun yox, açıq-aydın şəkildə yazılıb da. Şəffaf da olmaz yəni. Ümumiyyətlə. Şəffaf plyonka vurduram ki, məsəl üçün gün şüalarını saxlasın. Orada nə problem var ki, tündləşdirmirəm axı mən onu. Söhbət tündləşdirməkdən getmir ki. Bəs nədən gəlir? Qanunvericilikdə açıq-aydın şəkildə Yox, göstərilir. Tamaşaca videoydan. Yox,
Yox, orada qeyd olunur ki, əlinin altına saxla. Eləyərsən. Onu beləsə basacağam. Hə, belə atma hazır da buradan çıxacaq Yəni mən bunun istifadəsini bilirəm ha. O özü də bilir ki, mən bundan birinci istifadə eləmişəm. Hazır dayanmışıq burada, hə. qanunvericilikdə, həmçinin də standart 18 saylı səhv etmirəmsə Nazirlər Kabinetinin qərarında göstərilir ki, sürücüdən arxada olan şüşələrə Bildim. Tündləşdirmə məsələsi də və faizin də. sən tündləşdirmə. Amma ön şüşələrə plyonka olmaz. Yox, yan şüşələrə Ön şüşə. şəffaf plyonka vururam ki, gün şüaları Bax, adi keçirməsin. bir şey deyim də, xaricdən maşınlar gəlir. Məsələn, Koreyadan maşından gələndə ön patpresdə plyonka olur axı, düzdür? Aha. Amma şəffaf olur da, onu orada sökürlər. Əslində bu düzgün deyil axı. Olmaz da plyonka Bax olur. məsəl üçün fara şüşələrini biz şəffaf plyonka vururlar da, düzdür? Hə. Nə üçün vururlar onu ki, sabahlarım şüşə bozarmasın, şüşədə ləkələr əmələ Bilirəm, gəlməsin. amma yəni Yox, şəffafda heç bir problem yoxdur axı. Bu günə kimi heç bir tündləşdirmə faiz dərəcəsi var. Neçə dərəcə faiz var? Əslində burada da sən haqlısan. Bir nə deyim sənə? Qanunvericilik deyir ki, məqsəd ön nədir də? şüşələr, ön patpres və sürücüdən sağda və solda olan şüşələrin işıq buraxma qabiliyyəti minimum 70 var. Bəlkə də o nöqteyi nəzərdən 70% keçməmək şərti ilə Hə də plyonka Yox, şəffaf plyonka, yəni bildiyin şəffaf Düşünürəm ki, bu problem plyonkadır. Onun əslində heç olmamalıdır. belə 1% tündləşdirmir. Onu sadəcə vururlar ona görə ki, həm şüşə cızılmasın bir. Düşünürəm ki, o bir problem onda yəni 70% məsələsini keçmirsə, Çünki gün şüalar, maşının içi də yaxşı çox qızmır. Məsəl üçün gün şüalarını saxlayır. Kimdə panorama lükdursa, bütün damcı o da quraşdıra bilər onu. Yəni panolyuka heç bir problem Hə də yoxdur. yəni ki, o tündləşdirmir axı. Sualım onda bu məsələni də bir yığmağa çalışsaq, alın şüşəsi partpresdə yuxarı hissə var, kölgəli hissə. 15 sm-ə qədər 15 olar. sm-ə qədər tündləşdirmək olar da Hə, oranı. əgər belə deyək, günlüyün Açırsan hündürlüyü qədər. günlüyü, hə. Günlük bilsən, yox, günlük şey deyil ha. Hə də kazirok. Yox, kazirokdur. Günlük bilsən nədir? Patpresin yuxarı hissəsində göy belə şey gəlir, rəng. Bildimi? Ona da günlük nəyə görə deyirlər ki, bu kazirokun ölçüsü nə qədərdir o? Kazirokun ölçüsü deyil. Mən də əvvəl kazirok başa düşürdüm, amma günlük dedikdə patpres özüdür, patpresdir. Patpresin yuxarı hissəsində bir 10 sm-lik göy rəng olur, patpresin. Bildimdə qabaq eləyirlər də elə şeylər. İndi prosta çox. Yox, Zavatskoy vardı, məsələn, məndə sanatıda elədi. Zavatskoy var. Zavatskoy. Deyir, əgər varsa o günlük, o günlüyün hündürlüyü qədər plyonka vura bilərsən. Hara ki tündür. Yoxdursa bəs? Yoxdursa 15 sm-ə qədər vura bilərsən. Yoxdursa təmiz şəffaf. Zaten 15 sm-də həmin o açırsan ki, günlüyə. Eyni şey gəlsə də bir növdə, hə 15 Amma arxa oturacaqların yan şüşələrdir, arxa Nə partpresdən istəyirsən, nə heç bir bagaj da olsun olsa, yəni. bagaj da vura bilərsən. tünd elə bil 100%. Kərpiclə hörsəm də olar da oranı. Olar yəni. Hə, yəni o problem yoxdur. Deməli, izləyicimiz nə yazır bizə? Onu cavab Sonra ver diyor. kərpiclə öyrəcəm. Özü qırmızı günəşli kərpici ilə. İzləyicimizə hal-hazırda bizi izləyənlər 050 505 55 25 bizim əlaqə nömrəmizdir. Avtotəmir live efirini izləyirsiniz. Qanunacid layihəsindən Hüseyn dostumuz burdadır. Avzum şirkətindən Zöhrab dostumuz burdadır. Xarici işıq cihazlarının quraşdırılması, LED işığın quraşdırılması, yol hərəkət qaydaları, cərimələr, bax nə çətinliyiniz varsa, şərh bölməsində bəlkə də yazmısınız artıq hələ ki biz ona çatmamışıq. Amma ən rahat yolu WhatsApp-a yazmaqdır. 050 505 55 25. Bax yazın, onu mən səsləndirəcəm. Qonaqlarımıza cavab verəcəklər. Zöhrab dedin ki, nəsə oxuyacağam. İstən oxu. Sonra mən buradakı mesajı oxuyum. Burdadır yoxsa yox? Yazıb ki, bəs burdadır. Yazıb ki, bəs loopal LED-lərə icazə var qardaş və yaxud loopal LED dumanla quraşdırmağa. Deməli, bayaq qeyd elədiyim kimi də istər linzalı, yəni lupa dediyi linzalı işıq cihazı olsun, istər adi LED olsun, istər adi qalagen olsun, bəli, quraşdırmaq olar. Yalnız kodlarına fikir verməlisiniz. Yəni tipi eyni olmalıdır. Məsələn H7-dirsə, sən H7 çıxardıb H7 quraşdıra bilərsən və mütləq şəkildə seçilən cihaz faraya uyğun olmalıdır və təbii ki, işıqlar tənzimlənməlidir. Yoxsa ay bu loopal LED bu olmaz, ksinon olar, o birisi olmaz. Yəni o düzgün deyil. İzləyicimiz yazır, Cruz 1.8 mühərrik antifriz azaldır. Bir aya yarım litr, hər hansı axan yeri yoxdur. Problem olmaz ki, səbəb nə ola bilər? Usta yoxdur burada, amma onu bildirim ki, ya motora gedir, ya hə, da ki, yəni antifrizi də maraqlı bir şey olmuşdu. Hə. Deməli paylaşıb qardaş deyir ki, antifriz azalır, amma motorda da o yağ qarışanda axı köpük kim olur? o da qarışmır. O da yox. Kaç axtarıb tapa bilmirlər də. Amma nə olub? Nə olub? Sizcə nə olub? Maraqlıdır. Deməli peç deşilib balaca. Axan da gedir salona. Bildin? Buna poldan xəbəri yoxdur axı. Sonra görüb ki, artıq korobka başlayıb aşıbqa verməyə. Bəli. Korobka aşıbqa vermir. Gedib üstə polu qaldırırlar ki, polun altı bütün antifrizdir. Yazır ki, elə problem olması ki, qardaş, antifriz azalırsa yoxun üzərinə tez bir zamanda düşmək lazımdır.
O hara Ha, gedir? onu da deyim, korobkaya da gedə bilər ha. Hə, o da Məsələn, mənim olur. başıma gəlmişdi. Ön radiator elə bir ki, orada atsek var. Korobkanın yağı bir tərəfindən girib, bir tərəfindən çıxır soyutmaq üçün. Radiatorun ortadakı pəri çürüyübdü, oradan qarışıb. Mən axırda onda ayıldım ki, şu korobka vururdu. Getdim ustaya, açdıq ki, həmin o köpük kimi olur ha motorda. Korobka da o vəziyyətdə idi. Salamlayır bizi, deməli 1999 salamlayırıq sizə. Hər vaxtınız xeyirli olsun, hər vaxtınız xeyir. Avtomobilim artıq bir aydan çoxdur cərimə meydançasındadır. Protokol tətbiq olunmayıb, SMS radada cərimə yoxdur. E-polis tətbiqinə şikayət ünvanlamışam, icraata göndərilib. Səbəb? Yazılır, ancaq heç bir geri dönüş yoxdur. Bu halda nə etməliyəm? Avtomobilin arxa yayının kəsik olduğunu dedilər. Kəsik deyil. İstismara yararsızdır. 150 manat cərimə, yerində aradan qaldırma demişdilər. Bax belə bir. Bu yerində aradan... Bir ayda maşın duracaqda da. Hə. Allah səbir versin. Ay yox, yayı yerində necə aradan qaldırasan səni? Bu hansı... Əslində duracağı təmin eləyirlərsə, okey, eləsin, amma orada şərait yaratsın. Ustası varsa ustası onu dəyişsin və yaxud da ki yazılı kağız versin ki, özü necə dəyişsin və yazılı kağız versin ki, filan səbəblərə görə bu iş görüldü. Ki sabahlar o kağızı götürüb həmin sürücü gedib məhkəməyə müraciət edə bilsin. Amma məcbur sən bunu mütləq eləməlisən. Sən bunu mütləq dəyişməlisən. Bu qanuna ziddir. Belə şeylər eləmək olmaz. Mən istərdim burada bir nəfər Nizat Əliyev sual verir ki, dönmə işığının sayı 6-dırsa, onu ön buferin sağ-sol hissəsində artıraraq 8 sayı edərək qayda pozuruqmu? Ümumiyyətlə Sovet maşınlarında səhv etmirəmsə 4 dənə dönmə işıqları idi. İkisi qabaqda, ikisi arxada. Sonra yavaş-yavaş bu gəldi, güzgülərdə oldu, sonra krilolarda qoyuldu və s. Düşünürəm ki, dönmə işığının sayını artırmaq düzdür. Qanunvericilikdə deyilir ki, nəqliyyat vasitəsinin konstruksiya tələblərinə saydan Amma söhbət. standartlarda sayı yoxdur ya. Yəni standartlarda yaxın və uzaq vuran işıqlar üçün yazılıb ən azı 2 və Onlar 4-dən çox konkretdir, olmayan. bəli. Bəli. Amma dönmə işıqları və qabarit işıqları barədə heç bir say yoxdur. Hə, yəni əsas minimal hədd məncə bilinməlidir. Minimal heç hədd də, 4 dənə 4 dənə olmalıdır. olmalı. Minimal hədd. Maksimalda qeyd etdiyim kimi, yəni təbii ki, abartmamaq şərti ilə dönmə siqnalını görsənsin deyə düşünürəm ki, bir problem olmamalıdır. Yəni əslində olmamalıdır. Çünki onda elə çıxır ki, əgər bizim standartlarda minimum 4-dürsə, Sovet maşınlarda o vaxt qanqalan məndə 6 dənədir, təzə maşınlarda 8 dənədir, 10 dənə olan var. Məndə 2002-nin Passatıdır, onda necədir? Deməli 2 dənə qabaqda farada, 2 dənə kriloda, 2 dənə yan güzgüdə, 2 dənə də arxada. Hə, 8 8 dənə oldu. 8 dənə oldu. Hə, düşünürəm ki, bir problem olmamalıdır. Bir də Bizə bura yazırlar ki, yerüstü nəqliyyat agentliyi ilə bağlı, ANA ilə bağlı danışın. Nə danışaq qardaş? Nə bilmək istəyirsən? Yəni belə bir mesaj nə danışaq da sadəcə? Sual versin, cavabını Hüseyn. Sual versin onun Nə ilə üzərində. bağlı da? Sənə belə bir ümumiyyətlə suallar gəlir, qanuna zidd məsələ layihəsinin rəhbəri olaraq ANA ilə bağlı gördükləri işlər. Sən əslində çox paylaşmırsan onunla bax, bağlı. axırıncı dəfə bir post paylaşdım. Deməli, nişan avtobus dayanacağını bildirən nişan. İzləmişəm onu, yaxındır. Hə, və Bəli. parklanma düz avtobus dayanacağına yaxındır. Yəni 15 metr məsafə qorunmayıb. Bəli. Düzdür, bilirsiniz, bu günləri mən istər dövlət yol polisi tərəfi olsun, istər ANA olsun, yəni kim ki yola baxır, biz çalışırıq ki, yollarda olan hər hansısa bir uyğunsuzluğu sosial şəbəkə üzərindən bildirək, insanlara göstərək, həmin qurumun əməkdaşları görsünlər ki, filan yerdə nişan düzgün quraşdırılmayıb və yaxud da ki, səhv quraşdırılıb və buna geri dönüş etsinlər, reaksiya versinlər. Necə ki, verirlər. Bir də görsən biz nə əlaqə saxlayırlar ki, siz filan şey paylaşmısınız, biz onu çalışacağıq aradan qaldıraq və s. və ilaxır. Bu günləri hamı bilir ki, nişanlardır, nişanlanma xətləridir. Dövlət yol polisinin tərəfindən əlindən alınıb, belə deyək, cavabdeh qurum ANA-dır. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi. Açığı sosial şəbəkədə, bir çox platformalarda ANA içi mən qarışıq, yəni mən reallığı deyim, bir növ mənfiləri vurğuluyuruq. Amma gəlin reallıqdan danışsaq, bu günləri ANA-nın gördüyü işləri ortalığa qoysaq, bəlkə də bu ANA özü edə bilmir ya bunun belə deyək də sosial şəbəkə üzrə bunlar çox dilə gəlmir və s. və yaxud desələr belə bu bizim belə deyək xalq olaraq, millət olaraq deyəcək ki, öz işini tərifləyir. Reallığa gəlin baxaq da, bu günləri Bakıda
ən primitiv bir şey deyəcəm. Avtobuslar yadınıza gəlirsə, kondisionersiz avtobuslar idi, köhnələr idi. Bu günləri bəlkə bir 90%, 80% avtobuslar yenilənib. Şəhərdə köhnə avtobus görmərik. Düzdürmü? Yəni faktiki olaraq bu günləri avtobuslar yenilənib. Avtobuslar kart sisteminə keçid olundumu? Belə deyək də, Bakı karta keçid olundu. İndi isə birbaşa avtobuslarda Google Pay, Apple Pay ilə ödəniş bu belə görülən işlərin bir tərəfidir. Hətta aynanın bu günə qədər Bakının görmədiyi avtobus zolaqları salındı ayna tərəfindən. Biz sürücü olaraq, yəni mən bir sürücü olaraq avtobus zolağını salınan yollar deyə bilərəm ki, bəs sıxlıq daraldı və s. Amma digər tərəfdən baxanda əgər mənim maşınım olmasa, mən adi bir sərnişin kimi avtobusdan istifadə etsəm, deyəcəm ki, təbii ki, avtobus mənə uyğundur, avtobus zolağı var, rahat gedirəm, tıxacda qalmıram. Problem sadəcə bilirsiniz nədir? Mən burada bildirim. Bu günləri minik avtomobillərinin sürücüləri radioya qulaq asırlar maşında. Düzdürmü? Qulaq asırlar, zəng vururlar, sual verirlər. Amma sərnişinlər maşın olmadığı üçün nə evdə radioya qulaq asırlar, yəni inanmıram ki, bu verilişlərə baxsınlar. Nə televiziyaya qulaq assınlar, nə onların bir şəraiti yoxdur ki, qulaq asım görüm sərnişinlər. Ona görə bir növ qınaq obyekti edənlər də minik avtomobillərin sürücüləri bizim yolumuzu daraltmısınız. Reallığa gəldikdə, bəli, görülən işlər fakt göz qabağındadır, var. Düzdür, müəyyən çatışmazlıqlar var. Onu da mən və digər sırf bu yol hərəkəti qaydalarından maarifləndirən şəxslər sosial şəbəkə üzərindən biz o tənqidi göstəririk ki, filan yerdə filan şey səhvdir və sağ olsunlar düzəliş edirlər. O deyir, tənqid olmasa inkişaf olmayacaq və düşünürəm ki, bu günlərə ayna müəyyən bir yerlərdə insanların narazılığına səbəb olan addımlar, nişanlar, nişanlama xətti və s. olsa da digər tərəfdən baxanda xeyli işlər görülüb. Yəni yenə deyirəm, avtobusdur, dəyişilib, kartlar vasitəsilə ödəniş olunur, zolaq salınıb, hansı ki yox idi. Sadəcə yenə deyirəm, bir növ bu çox üzə çıxmır onlar. Deməli 78-80 yazır. Mənə 150 manat cərimə yazıldı. LED işıqlara görə, Zöhrab. Halbuki quraşdırdığım işığın nə bir bloku var, nə də başqa bir şey. Sadəcə silikon, diod, aksesuar tipli işıqlandırmadır. Mənə bunu LED işıq adı ilə 150 manat cərimə yazdılar. Üstəlik mən yerində aradan qaldırdım, işıqları qopardım, tulladım deyir. Fikirləriniz önəmlidir. Yenə deyirəm, LED-dir, Xenondur, Galagendir, bunlar cihazdır. Bunlar hamısı xarici işıq cihazlarıdır. Qanunda da qeyd olunub, İnzibati Xətalar Məcəlləsindədir. Sonra Azərbaycan standartlarında da, nə bilim, bir çox yerlərdə bu cihazdır. Və buna 150 manat cərimə yazılması bu düzgün deyil. Yəni bu avadanlıq deyil. Sonra o silikon tipli onu anlamadım. Bir də ki, bir məsələ var. Bax bu deyir, məsəl üçün çıxartdım, qopartdım, tulladım və s. Əslində belə aqressiya olmamalıdır. Yəni sürücü ilə yol polisinin arasında aqressiya olmamalıdır. Normal sivil qaydada izahı verilməlidir və belə deyim də, axırda da yekun orta bir məxrəcə gəlmək lazımdır da. Mən prosta bir şey demək istəyirəm. İndi bu qardaşı izah edin. Deməli, İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsi var. Bu maddədə birinci xarici işıq cihazları nasazlığını qeydə alırlar. Amma bu maddənin nədənsə çox adam başa düşmür. Mən özüm bilmirəm, bilə-bilə eləyirlər bunlar, ya niyə görə belə şey. Baxın, orada nə yazılıb? Deməli, xarici işıq cihazlarında orada digər şeylər var. Şüşə silikizlər. Yəni yekunu nədir? Yekun odur ki, deməli nasazlıqlar və belə nasazlıqların aradan qaldırılması mümkün olmadığına görə 50 manat cərimə alır. Yəni məsəl üçün məcburiyyət yoxdur orada ki, sən mütləq bunu aradan qaldıra bilərsən. O nəyi demək istəyir? Məsəl üçün mən sürürəm, mənim yaxın işığımın bir yanı var. Məni yol polisi saxlayıb ki, sənin yaxın işığın bir yanı var. Mən də yaxınlaşıram. Bu bayaq işləyir, axı bir dənə yumruq vuram, boşluq var. Təzədən işlədi. Bunu nəzərdə tuturlar ki, yerində yəni aradan daha demək ki, sən onu sök, get oradan çıxar, buferi sök, faranı çıxar, lampoçkanı dəyiş. Uzaq başı 50 manat cərimə yazılacaq, amma haqqında da yazılacaq. Çünki yaxın işığın biri işləmirsə, buna 50 manat cərimə var. Amma məsələ burasındadır ki, məcburiyyət yoxdur. Yəni sən bunu məcbur dəyişməlisən. Özü bizdə necədir? Deyir, ya onu dəyişməlisən, dəyişsən cərimə yazacağam sənə, duracağa aparmayacağam. Dəyişmirsənsə duracağa aparırım. O biraz düzgün duracaq yanaşma məsələ Zöhrabın istəyirəm dediyinə
bir əlavə edim. Aha. 96-cı maddədə göstərilir ki, Yəni normativ tələb pozulmaqla avadanlığın quraşdırılması və 96.1.5. Hə. Sonra orada qeyd olunur ki, xüsusi çox avazlı səs quraşdırıldıqda, belə deyək, FIFA siqnal quraşdırıldıqda. O da avadanlıqdır. Hə. Siqnal özü yox ha, siqnal cihazdır. Onun bloksuz işləmir axı. Bəli. Ağızla füləməyəcək ki, Sonra onun bloku var. qeyd olunur ki, örtüklər çəkildikdə qanunla qadağan olunmuş örtüklər, yəni plyonka çəkirsənsə və qeyd olunur və bu nasazlığı yerində aradan qaldırmaq mümkün olmadıqda, bax orada deyir, yerində aradan qaldırmaq mümkün olmadıqda nəqliyyat vasitəsi duracağa yerləşdirilir. Hətta FIFA siqnalıdsa onu müsadirə də eləyirlər. Əgər FIFA siqnalı oja 342.9 baxır, bəli. konkret müsadirə olunur. Konkret. Aha. Əgər sən məsəl FIFA siqnalı quraşdırmısansa, bunun cəriməsi 500-800 manat 800 arasıdır. manat, hə. Yol polisi saxlayır, aşkar edir ki, və sən siqnal vermirsən, bu da eşidib ki, səndə FIFA siqnalı var. Sən deyirsən ki, mən yerində bunu aradan qaldırıram. Okay, aradan qaldırırsan, yol polisi bunu götürür səndən, cərimə yazır, sən də davay gəlsən işvindalıca. Amma 500 manat cərimə yazılır ha, yəni hələ belə getmirsən. Yəni sadəcə sözümün canıdır ki, 342.5-də deyilir ki, yerində aradan nasazlıq yerində aradan qaldırılması mümkün olmadığına görə 50 manat cərimə yazılır. Yəni duracağa təmin olunmur. Avtotəmir live efirini izləyirsiniz hal-hazırda və bizi izləyənlər, yeni qoşulanlar, salamlayırıq hər birinizi. Yol hərəkət qaydaları, cərimələrlə bağlı xarici işıq cihazlarının quraşdırılması, fara sistemi, LED quraşdırmaq, bu qanunidir, olarmı, olmazmı? Hətta şəkilli sualları göndərə bilərsiniz, şəkili bizə göndərə bilərsiniz. Protokol yazılıb, məsələn, protokolla razı deyilsiniz, o cərimə ilə bağlı protokolun şəklində göndərə bilərsiniz. Hamısını bir nömrəyə, yəni yazmaqla onlara cavab tapa bilərsiniz ki, nömrəmiz belədir. 050 505 55-25. Bir daha nömrəni səsləndirirəm. 050 505 55-25. Salam qardaş, salam. Uzaq məsafə işıqlarım LED-dir, amma zavod yerinə keçir, mənə cərimə yazırlar. Amma təzə maşınlarda LED lupasız gəlir, Dalində uzaq vuran işıqları deyir. Qəşəng yazıb onu. Uzaq məsafə işıqları düz yazılır. düz yazıb. Qardaş, bayen deyirəm, lupanı qoyun bir qırağa, o lupanı yaddan çıxartmaq lazımdır. G30-dur. Əsəbləşirik. Bilsən, əslində düz yazır. Bax, düppələm düz vurğulayıb. Bu hissə Bax, götürək G30-u. Aha. Özə xidməti avtomobildir ya G30. Bəli. Yəni normal da sürürlər və yəni xidməti avtomobildə də var. Onun 2 dənə işıq cihazı var, işıq mənbəyi var. Biri yaxın, biri uzaq. Heç birində lupa yoxdur. Niyə tutaq basaq ya da BMW-yə şey bildirək ki, sən niyə belə buraxmısan bunu? Bizdə lupa mütləq olmalıdır. BMW-də deməzlər ki, qardaş, lupa böyüdücüdür. Onun heç bir far ədiyyatı yoxdur. Adama gülməli gəlir. Ona görə yayıcı reflektor özü əks etdirici. Özü öz işini yerinə yetirir. Ay get bunun qabağında mütləq lupa olmalıdır. Gülməlidir, Allahın olsun gülməlidir. Yəni başqa söz tapa bilmir. Biz burada deyir ki, nə oldu bunlar deyir. Onda Chevrolet Cobalt tutaq basaq hamısını içəri də şrafnoya. Chevrolet Cobalt ümumiyyətlə yayıcısı yoxdur. Acil lampadır, bir də reflektordur. Başqa heç nə yoxdur. Qaqa, Zavoddan gəlir belə. Belə denən sabahdan bütün Chevrolet Cobaltlar hamısı duracaq. Kim dedi? Zöhrab dedi onu. Yox, reflektor var da. Bax bu reflektor orada gözəllik üçün xrom dayanmayıb ki, onun o dileniyaları var. Onlar hamısı işığın kölgə bucağını əks etdirir yolda. Yəni orada yenə deyirəm, bax o bir sayılaların 3-cü bəndin 4-cü bölümünü hamısı səhv başa düşdüyünə görə bax bu problemlər bugünkü gündə yaranır. Qurtardı getdi. Nə oxuyurdun, hə Hüseyn? Burada deyir ki, nə oldu? Bunlar deyir dumanlı işığı cihazdır. Siz deyirsiniz avadanlıqdır. Biz hardasa demişik ki, bəyəm avadanlıqdır. Biz əksinə deyirik ki, cihazdır. Avadanlıq nədir? Avadanlıq bir cihazı işini belə deyim də təkan vermir. Bax məsələn Xenon lampa özü cihazdır. Xenon heç kim avadanlıq deyə bilməz. Amma Xenon belə bir cihazdır ki, avadanlıqsız işləmir. Onun bloku var. Amma qalagendir, LED-dir, bu tip lampalar. Bunlar hamısı özü işləyir də, yəni taxırsan işləyir. Məsəl üçün loğru dildə başa salada maqnitofon, monitor cihazdır. Kolonkalar cihazdır, usilitel avadanlıqdır. Əgər mən maşınımı usilitel quraşdırmışamsa, mən təbii ki, avadanlıq kimi bu cərimə yazıla bilməz. Amma səs desə belə, əgər mən gümbagürümlə maşın sürürəmsə, sən onu saxlayıb deyə bilərsən ki, sənin quraşdırdığın bu avadanlıq cəmaatın narahatçılığına səbəb olur. Ona görə də sən cərimə olunursun. Çünki sən ictimai asayişi pozursan. Bəli. Yəni söhbət bundan gəlir. Yəni o zərurət nəyə görə yaranır? Mənbəsi nədir? Oradan başlamaq lazımdır. Yoxsa hər cihazı avadanlıq kimi. Yaxşı, tamam, okey. Əgərlərim işıq cihazı avadanlıqsa, nəyə görə yol hərəkəti haqqında qanunun 1 sayılı 3-cü bəndində cihaz deyə başlayıb?
başlığında yazılıb xarici işıq cihazları. Bəli. 2 nöqtə və cihazlar barədə məlumat. Yazılar da ora avadanlıq. Avadanlıq. Niyə yazılmır? Qısaca LED-in də deyir ki, burada bloku var. Elə bir söhbət var. Bəs LED-in bloku Sırf ksenon əvəzi LED-lərdən söhbət gedir, yoxsa yox? LED-in özünün bayaq dediyim kimi bloku var. O dekoder nədir? O bir növ stabilizator rolunu oynayır. Çünki o olmasa LED tez xarab olacaq. Dediyim kimi akkumulyator Bu ksenon kimi bir şey deyil. Yo. O nə üçün rol oynayır? Çünki LED diod stabil voltajla işləyəndir. Məsəl üçün 3-dür, 5-dir, 10-dur, stabil. Amma akkumulyator axı stabil deyil. Xodladın qalxır 18, 12 və s. dinamo ötürür. Ona görə də onun ömrünü uzatmaq üçün ora dekoder qoyurlar. O bir növ evdə stabilizator qoymuruq. Məsəl üçün xaladelnikdə onlar normal işləsinə. Bu da həmin şeydir. Yəni o avadanlıq nə ziyan? Yaxşı. Hansı normativ texniki tələblər pozuldu ki, o avadanlığa cərimə yazıldı? Sual. Heç bir normativ texniki tələblər pozulmur. Məsələ burasındadır. Amma ksenon dediyim kimi belə bir cihazda ki, o avadanlıqsız işləmir. Ona görə də sonradan quraşdırılan ksenonlar mütləq şəkildə faraya baxmaq lazımdır. Əgər orada D kodu varsa, istehsalçı ona icazə verirsə, ksenona D kodu. Əgər D kodu varsa, istehsalçı icazə verirsə, sən onu quraşdıra bilərsən ona. Amma təbii ki, düzgün qaydada quraşdırılmalıdır. Nurlan bəy salamlayır bizi, sağ olsun. Yazır ki, avtomobili addan ada keçirdən zaman alqı-satqı aktı tələb olunur. Qanunidirmi bu? Alqı-satqı aktı dedikdə alqı-satqı müqaviləsi bir saylı əlavədir. O da orada verilir. Orada da yazırsan da, yəni satan kimdir, alan kimdir və avtomobilin qiyməti nədir? Avtomobilin detalları, yəni ban nömrə, mühərrik nömrəsi, marka, model və s. Akt dedikdə odur. Onlara böyük ehtimal bank sənədini deyirlər. Bank sənədinin tələb olunması qanunvericilikdə nəzərdə tutulmayıb. 26-20 yazır ki, salamlayır bizi, sağ olsun. Yazır ki, tuning işıqlarla cərimə yazıla bilərmi? Tuning işıqlara. Yəni Baxır, tuning nətər necə bir iş görülüb yəni orada? Yəni o Tuning ümumiyyətlə, yəni nəinki Azərbaycanda, ümumiyyətlə heç bir dünyada qadağan deyil. Tuning bu normal bir şeydir. Avtomobilin simvoli fara aksesuardır. Fara konstruksiya deyil axı. Fara avtomobilin aksesuarıdır. Bu ferdi deyəsən 50-50-yə gedirlər də onlar. Amma yan güzgüdür, farada bunlar aksesuardır. Məsəl üçün sən yan güzgüyə yarasa güzgü qapağı qoysan, bir növ tuning eləyirsən onu. Burada qanunla qadağasında təbii ki yox. Nivaya deyir Mercedes yan güzgüsü qoymaq olar. Təbii ki qoymaq. Sən əsas odur ki, görəsən. Hətta o vaxt mən demişdim və bir də görsən deyirlər ki, 07-yə, 06-ya BMW oturacaqları qoymaq olar. Niyə olmur ki? Qoymaq olur. Arxa 3-dür, qabaq 2-dir. Say uyğundur. Heç kim heç nə deyə bilməz. İzləyicimiz yazmış da bizə, dumanlı və LED lupa bu maşına, deyir, bu maşına istəyirdi. Hyundai üzlərindən. Bu maşına. LED lupa, deyirdi, mən aylığı 3 dəfəyə bölüm deyir. Hyundai Ion'dur da bu. İstəyir yəqin bunu quraşdırmağı. Duman seçməsi yoxdur axı onu deyəsən, yoxsa görürsən onu? Yox, görmürəm. Bu nədir? Dumanlı ehtiyac Hyundai yoxdur. Ion'dur da bu səhv etmirəmsə. Ion'dur bəli. Dumanlı ehtiyac yoxdur. Bilet yığmaq olar ona, faralarına. Üstüqtarda getdi. Prosta bizdə kredit yoxdur. Yəni mən Qiymət nə qədər edir ümumiyyətlə? bu maşın üçün 350 manatdan başlayan qiymətlərlə. Hər şey daxil. Hər şey daxil. Yaxın işıqlardan söhbət 7 dəfəyə verə bilər də. Əgər bu kredit kartlarından istifadə edirsə, orada aylara bölmək vardı. Özü o ninjadır, nədir? Onu bölürsən üstüqtarda. Ninjadır belə bir şey. Onu öldürmək üçün düşürəm. Saf bir dənə yanğın söndürən. Nanofire yanğın söndürmə balonları yeri gəlmişkən dəyərli dostlar. Bax, təhlükəsizlik qaydalarına riayət eləyək. Bu balonu alaq, avtomobildə saxlayaq. Ümumiyyətlə tək avtomobildə yox. Bu ümumiyyətlə evdə də olmağı yaxşıdır, məsləhətdir. Sexdə, sizin iş yerinizdə var yəqin ki. Əlbəttə. Yanğın söndürənsiz iş olar. Nanofire yanğın söndürmə balonları ehtiyac olmasın. və zəmanət müddəti 2 ildir, onu bildirim sizə. Bor tərkiblidir, bir boru da araşdıra bilərsiniz. Ümumiyyətlə 6-7 balonu söndürə bildirdiyini bu bir balondan söndürmək olur. Bu qısaca bunun sertifikatı olan hər bir şey var. Hər şey. Tələb eləyirlər, texniki baxış zamanı sertifikat olmalıdır. Yəni həm qərarda göstərilib o. Yəni varsa əla, demək ki, keçə bilər. Yəni sertifikatlı məhsul Nanofire yanğın söndürmə balonları baxa bilərsiniz. Söndürərsiniz. Belə bütün canlı yayımda görsünlər hamısı. Bizdə 3 dənəsi var işte. Hamısını yığacam başa gəlib texniki başa. Texniki başdan keçir. Üçündə. Mən bir aptek üçün nəzərdə tutulan 5 kiloluq var ya, ondan getmişdim. Baxlar bu nədir, amma hər ehtimalıdır. Nəysə olar da. Dinləyicimiz daha sonra nə yazır bizə? Gəlin baxaq. Salam, adımda 2 maşın var. Aha, nömrələrini dəyişmək istəyirəm. Onların nömrəsini dəyişmək üçün Sən sırada sualın cavabı birbaşa nə edim? Məsələn, 06 nömrəsini 07-yə qoymaq üçün rüsum nə qədərdir? Rüsum söhbəti burada mühərrikin həcminə və ilinə görə rüsum dəyişir. Plus burada bir sən nətər olmalıdır? 2 dənə maşınım var. İkisi də mənim adımadır. Mən birini satmalıyam Elnur sənə maşını. Rəsmi qaydada sənə satıram. Sən mənim maşınımı alırsan. Birinci etap odur. Sən mənim maşınımı öz adıma keçirirsən, nömrə falan qarışıq. Sonra mən səndən sənin maşını alıram. Sən də mənim adımda olan maşını alırsan. Nömrələri dəyişir. İkinci
partiya. Aha. Yəni təzədən addan ada keçirik. Üçüncü partiyada eyni Dəqiq qayda fikrindən- təzədən nömrə maşınları fikrindən adımızdan daşındı. dəyişirik. Amma nömrələr maşının üzərində qalmaq. Yəni целая istoriyadır ruslar dəyişkən. Biz niyə bu qısa yolu yoxdur bunun? Var. Belə bir şəkil gəlib. Mən bilmirəm bu tır sürücüsünün səs tır sürücüsünə məxsusdur yoxsa yox, ona məxsusdur. Gəlin səsi dinləyək, şəkil də var. Şəkil də ekrana gələcək, izləyicilər orada görəcəklər. Salam qardaş, axşamınız xeyir. Salam, əlatınız xeyir. Bu maşının şəklini atdım sizə. Bu yuxarıda 4 dənə duman işığı var. Buna deməli 150 manat cərimə yazıblar, əlavə avadanlıq. Mən də onlarla daha çox şey eləmədim. Dedim əlavə avadanlıq başqa şeydir. Yəni bu işıqdır da, üstə 4 dənə duman işığıdır. Bir də buna baxarsınız, mən deyərsiniz də mənə bu əlavə avadanlıq gedir ya getmir. Yarısı səndə, yarısını şeydəsin, yəni belə. Bax indi burada şəkili gördünüz burada. Əslində Baxın. hələ bu normal Aydın bir şeydir. oldu. Hə. Qardaşım, o duman işıqları yuxarı qoymaq olur Bu duman işıqları deyil. İndi qardaş deyir duman işıqları. Bu duman- projektordur. Hətta projektor Bəli, bu projektordur. Bu projektordur və bu projektorlarından da əgər 70-ci maddədə şəhərdən kənar yollarda. bəli, 70-ci maddədə yəni nə yazıb? Yazıb ki, projektorlardan, işıq gücləndiricilərdən istifadəsini, yəni necə istifadə edirsən? İstifadəsini qeyd edir ki, şəhərdən kənar, yəni yolsuzluq şəraitində istifadə edə bilərsən. Amma qadağası yoxdur. Əgər bu sürücü onu qoyubsa, indi şəhərdən kənarda, yəni yaşayış yerindən kənarda və qarşıdan avtomobil gəlməyən zaman istifadə edirsə, heç bir qanun pozuntusu yoxdur. Özdə şəhərdə istifadə etsəysə, cəriməsi 30 manat. Amma şəhərdə məsəl üçün yandırar, qarşıdan gələni narahat eləyər, bir növ projektor da axı bu indi görünən vəziyyətə salır da insanı. O zaman da yol polis inspektoru saxlasa, 329.3. İnzibati Xətalar Məcəlləsinin 329. Yəni 150 manat onda. Axı bu avadanlıq deyil, bu cihazdır. Yəni avadanlıq, hətta sizə deyim ki, onun miqdarına da erişə bilər ki, sən sayını artırmısan. Amma standartlarda elə bir şey yoxdur ki, say. Yəni işıq mənbəyi var. Bəli. Yalnız yaxın işıq standartlarımızda nə yazılıb? Yaxın işıqlar 2, yəni ən azı 2 və 4-dən çox olmayan, uzaq vuran işıqlar ən azı 2 və 4-dən çox olmayan. Dən, yaxını minimum 2 deyil. Bəli, yaxın minimum 2. 4 ola bilməz axı. Yoxsa yox. Yox, yaxın işıqlar Minimum 2. minimum 2 işıq mənbəyidir. Məsəl üçün indiki bu Range Roverlərdə necədir? 4 dənə biletdir orada. Aha. İkisi, yəni hər farada ikisi yaxın işıqlardır, ikisi uzaq vuran işıqlardır. Bildin 2 4 dənə eləyir. İşıq mənbəyi, istoçnik sveta gedir o. İşıq mənbəyi 2, minimum 2 və 4-dən çox olmayan. Biz yavaş-yavaş canlı yayımı yekunlaşdıracağıq. Hardasa bir 5 dəqiqə vaxtımız qalıb dəyərli dostlar. Orada yazıblar ki, salam, hər vaxtınız xeyirli olsun. Yol vərəqəsində yanımdakı sürə bilər avtomobili. Yol vərəqəsi ilə belə deyim də, yol vərəqəsini şirkət verir ki, sən avtomobili idarə et də. Bu etibarnamə deyil, vərəqədir. Bəzi yol vərəqələri var ki, məsəl üçün mənim tanıdığım dostlarım var ki, onlar da şirkətdə işləyirlər. Yol vərəqələri verir. Yol vərəqə sistemə düşür, DP-nin sisteminə düşür, görürlər. Planşetdə görürdü onu. Hə, planşetdə görürsə problem deyil, amma görsənmirsə, ancaq kağızdadırsa, bir növ bu şirkət rəhbərliyi həvalə edir ki, sən sürəsən də, yəni başqa adama vermə. Sabahları bir problem falan yaransa, o cavabdeh olacaq. Bildim, başa düşdüm. Ona görə bu yol vərəqəsi ilə hansısa bir şirkətin maşınını kiməsə həvalə edib verib sürmək bu vətəndaşın özünə də mənfidir. Düşünürəm ki, yol vərəqəsi ilə həmin şəxs maşında oturduğu təqdirdə sürsə problem yaradacaq. 40 manat cərimə oluna bilər. Amma inzibati xətalarda da göstərilir ki, müqavilədir, etibarnamədir, deməli 332-ci maddənin qeyd hissəsində göstərilib. Prosta yol vərəqəsinə biraz şey eləyirəm, tərəddüd eləyirəm, deyim ki, yəni sürə bilər. Bir də qardaş, təkər ölçülərinə görə sayt dediniz və sənəd dediniz çıxart. Necə sənəd çıxarım saytdan deyil? Mənim nömrəmə WhatsApp, mənim nömrəmə deyən WhatsApp-a yazsın, mən ona kömək eləyirəm. Onsuz da siz sertifikat vermisiniz, böyük ehtimal ki, sizi tanıyır. Hə, onda elə mənə yazsın. Bax bu sertifikatları hardan almısınızsa, Zöhrəb dostumuza yazın, o sizə bununla bağlı kömək edəcək. Krıloda yazıya icazə varmı? Bu baxır nə yazıya? Ay Allah. Ya ki nəsə orada bir loqo yapışdırıb yəqin ki, orada nəsə. Odur ki, səbəb Reklam deyilsə heç bir problemi yoxdur. Hə, söhbət ona gedir. Səbəb nədir? Diqqət yayındır. Sonra maşınımızı bəzəməyək də, hə, elə. Yox, bir dəqiqə, sən onda tutaq ki, deyirəm, sən Krıloya Qanunazidin loqosunu qoymusan. Orada nə problem var? O reklam sayılmır ki, Qanunazid səhifəsini reklam edirsən. Mən əgər Qanunazidin loqosunu sənin maşınına qoyuram Hə. və buna görə sənə pul verirəmsə, hə, o zaman sən cərimə oluna bilərsən ki, kommersiya məqsədi güdürsən. Amma burada mənə pul verən var o, heç kim vermir axı qoymuşam. Amma reklam olmaz. Reklama icazə almalısan. Hə. İcazə almalısan.
Sonra. Alın şüşəsindən günlük olar qardaş plyonka. Hə 15 Hə, sm 15 qədər santimetr. bayaqları dedik də 15 sm qədər olar. Palavinka sayılırdı o. Hə. Arxa stop işığını yoxlamaq üçün Aha. kimsə əyləci sıxmadığını maşını 360 dərəcə dönsən belə bilməyəcəm. Əslində Ən yaxşısı- düzdür, amma orada bir dənə nüans var Hə. da. Düz deyir, həqiqət var. Yəni gərək kimsə tormozu bas. Amma sən qabarit işıqları yandırsan və bütün tormoz işıqlarında iki kontakt olurlar. Birinci qabariti yandıranda onlar bir kontaktı yanır, tormozu basanda onlar güclənirlər. Əgər heç olmasa qabaritin işləyirsə, təbii ki, sabah yol polisi saxlayanda bayaqki söhbətə qayıdır da. Hə. Sən deyirsən ki, məsəl üçün mən yandırdım qabariti, çöndüm, baxdım işləyirlər. Amma daha o tormozu basıb kiməsə gəl deyəsən ki, bax gör gurlaşır yoxsa yox. Bax rahat yolu bilsən nədir? Maşını saxlamısan da hardasa, hər hansısa bir arxa divar tərəfə falanda olanda, yəni sənin arxanda divar. Elə güzgüdən də baxsan, tormuz versən, hiss eləsən ki, İşıqlardan işıq biləcəksən. yanırsa. Ondan da başqa mən hər zaman özümdə var mənim. Məsələn gedir qabağımda görürəm tormozu basır, biri gurlaşır, biri yox. Gündüz vaxtıdır, qabariti yandırmayıb. Bax tez çatıram onun yolumuzun üstündə deyirəm ki, bax arxa 2 manatlıq lampoçkaya görə sabah 50 manat cərimə yazılmasın. olmayasan da. Yəni bir növ xəbərdarlıq eləmək lazım ki, onu aradan qaldırsınlar. Bu Niva sürücüsü video göndərib bizə. Düzdürmü? Ona baxdıq biz, şəkil üzərindən baxdıq. Yenidən video göndər. Səs atıb. Ya tamam, səs də verərik, yekunlaşdırarıq yavaş-yavaş. Cruise 1.8 mühərrik biz sizə cavab verdik. Yəni antifriz azalırsa onu usta deyirsiniz, məsələn, problem olmaz ki, axan yeri yoxdur. Amma azalır axı. Necə azala bilər başqa? Yox, Onu yox, tapmaq yox. lazımdır. Ya Usta motora yanına gedir, getmək ya lazımdır. korobkaya gedir, ya da ki salona tökür. Yəni üzərinə tez bazar düşməlisiniz. 050 505 55 25-ə yazın, biz sizə usta nömrəsini göndərək, o tapılsın. Vaz 21 14 arxa şüşəsindən olmadığına görə cərimə yazıla bilərmi? Xeyr. Arxa şüşəsilən bu günləri bir çox sedan avtomobillərində arxa şüşəsilən o hatchbacklərdə olur. Hatchback deyil axı, 014-dür. 014 hatchbackdir. Bəs mən də onu deyirəm də. Yəni deməyim odur ki, sedanlarda şey olmur, şüşəsilən olmur, düzdürmü? Arxa şüşəsilən. 014-də var axı, çıxardıb da bu. Hatchbacklərdə var da Bu da şüşəsilən. çıxardıb onu. Qanunvericilikdə isə ön şüşəsilənlərdən söhbət gedir. Arxa Yəni bir saylı əlavədə arxa şüşəsiləndən söhbət gedir. Onda yəni çıxartsa da, Çıxartsa heç qalsa bir da problem yoxdur, yəni onun qanundan heç bir qadağan cəzaları deyil. yoxdur, xeyr. Yəni hətta orada konstruksiyanın digər ünsürlərində belə arxa şüşəsilən söhbəti yoxdursa, demək ki, qayda pozuntusu deyil. Yavaş-yavaş canlı yayımı yekunlaşdıraq. Olar. Biz 2 saat canlı yayımda olduq da, düzdürmü? Təxminən 1-2 saat olduq. İzləyicilərimiz də sağ olsunlar. Sona qədər izlədilər. Həm Qanunazit səhifəsində, həm Avzum səhifəsində, avto işıqlandırma səhifəsində, həm Avto Təmir Azdan bizi izlədilər. Ümumiyyətlə biz həftənin 2 günü canlı yayımda oluruq və sonra montaj prosesi hazırlanır. Videolar Reels formatında bütün səhifələrimizdə Avto Təmir Azın TikTok, Facebook, Instagram, qonaqlarımız kimdirsə onların səhifələrində də ortaq yayım edirik. Yəni Qanunazit səhifəsi, avto işıqlandırma səhifəsində də siz videoları görəcəksiniz. Ki çalışırıq sizi maarifləndirək. Yəni ola bilər ki, bizim də bilmədiyimiz nələrsə var. Biz də sizdən öyrənə bilərik. Təbii ki, kömək etməyə çalışdıq və bu işdə bizə yardım etdilər. Qanunazit layihəsindən Hüseyn dostumuz. Çox Sağ ol. Təşəkkür edirəm. Görüşər inşallah. İnşallah. Tez-tez Məqsədimiz odur ki, maarifləndirək. Amma yəni Zöhrab və yaxud da ki, tək Hüseynlik deyil də. Burada digər o deyir, məktəbə girsən, hazırlığa gedirsən, müəllim çox güclü ola bilər. Amma Bəli, deyir ki, mən şagird, hə. şagirddən də asılıdır. Yəni biz burada hər şey deyə bilərik ki, bax bu qadağan deyil, bu falan deyil, falan deyil. Amma digər tərəf əgər bunu tətbiq edə bilmirsə, tam qanunu bilmirsə, çıxıb deyəcək ki, Zöhrab dedi ki, led tax, mən taxdım, mənə cərimə yazdılar. Və elə deyil də. Onu ətraflı bilməlisiniz, izah eləməyi də bacarmalısınız ki, bəlkə də dövlət yol polisi əməkdaşı bilmir, bəlkə də məlumatsızdır. Siz də izah eləyə bilərsiniz bununla bağlı ki, bax vəziyyət belədir. Və Avzum şirkətinin təsisi Zöhrab dostumuz da kömək etdi bu gün bizə. Çox sağ olun dəvətinizə görə mən təşəkkür edirəm. Biz də yəni məqsədimiz insanları maarifləndirməkdir. Yəni bu xarici işıq cihazları biraz dərin mövzudur. Bu 2 dəqiqə, yəni 2-3 saatla bitmir də bu. Amma yəni məqsədimiz və biz nə isə deyiriksə, məsəl üçün həqiqətən də bu qanunla qadağansa, bu qanunla qadağandır və ya qadağan deyilsə, həqiqətən də qadağan deyil. Yəni işimizin peşəkarıyıq, işimizi bilirik, komanda şəklində çalışırıq və bizdən bizim studiyaya gəlib o münasibəti, o işi görən hər halda müştərilər də bunu təsdiq edə bilərlər. Tövsiyəm odur ki, işıq cihazlarını işinin peşəkarının yanına aparın, gördürün və mütləq şəkildə heç olmasa ildə bir dəfə işıqları tənzim etdirin. Bəli. Dəyərli dostlar, biz bir də sizə belə bir məlumat verim. Bilirəm ki, ustalar da bizi çox izləyirlər.
indi bizim əlimiz təmiz olur. Biz usta deyilik, amma çalışan ustalarımız var ki, mən onların əllərinə baxanda adamın əziyyəti görsənir də əllərində və əlləri ləkəli olur. O deyil, o yağdır. O yağdır. Bax burada belə bir məhsul var. Onvex. Geldi, bax bunu ələ çəkirsiniz, dəyərli ustalar. Ələ çəkəndən sonra, ələ yedirdirəndən sonra işinizi görürsünüz rahat şəkildə. Əliniz orada ola bilər mazutdur, yağdır, bulaşa bilər ki, onun təmizlənməsi prosesi də çox asan olur. Bir dənə su ilə, yumaqla əliniz təmizlənir ki, bax Onvex gelini alıb rahat istifadə edə bilərsiniz. Hüseyn də bayağı göstərdi. Təbii ki, Hüseynə də sağ olsun kömək edir bu gün mənə. Belə bir Havoline markalı yağ. Bu yağı da alıb avtomobilə süzə bilərsiniz. Yağlar Azərbaycanda çoxdur, amma diqqətli olaq, ehtiyatlı olaq, yaxşı-yaxşı araşdıraq yağları. Havoline-da rahat araşdıra bilərsiniz. Bilirəm ki, siz hansı nəticəyə gələcəksiniz. Məhsulun yaxşı olduğuna əmin olacaqsınız. Araşdırın. Bizim sizə tövsiyəmiz Havoline-ı araşdırıb rahat avtomobilinizə süzməkdir ki, Havoline yağları efirimizin baş sponsorudur. Dəyərli dostlar, gəlin efirimizi yekunlaşdıraq. Bir də inşallah görüşəcəyik biz gələn həftə. Canlı yayımız olacaq. Nə vaxt yayımımız olacaq, bunu post şəklində paylaşımlar edirik onsuz da. Məlumatlı olmaq istəyənlər sadəcə səhifələrimizi izləyin. Avtotəmir Az, Facebook, Instagram, TikTok və YouTube kanalı üzərindən də izləyib məlumatlı ola bilərsiniz. Bizdən isə bugünlük bu qədər. Hələlik, Allah'ın amanında. Sağ ol. Sağ olun.